Deməli, bu günə ikinci sınavın izahı vardı. Nəticələrə bax. Mən 43-ünü yazmışdım. Bir ikisini demək olar ki, sadə səhvlər idi, ikisini də eləyənməmişdim. Aha, 43, 40, 41. 46 da var kimsə. Bəli, cəmlərimə 46. Yəqin Səma da 43 yazmış olar məncə. Bəli. Deməli, Mən bir dənə birinci orada misal var, elə bil kiçiyi böyüyə böləndə həmişə qalıq kimi kiçiyin özünü götürürük də. Məsələn, 7-yə 12-yə böləndə 7. Yəni onun əvəzinə 5 yazmışdım. Elə bilmişdim ki, bir tam 5 də qalıq düşür. bəli, orada adi bölmədə istəyir. Deməli, birinci sualda qeyd olunur. Mətn redaktorunda kursorun dayandığı mövqe göstərilir. Bu cədvəl ardıcılıqla tətbiq olunandan sonra necə söz alınır. Deməli, sözü qeyd edib burada. Və kursorda U ilə C hərfinin arasında dayanıb. Bu sağa ox klavişi kursoru idarə edən düymədir. Kursoru sadəcə 3 mövqe sağa doğru keçirir. Yəni C ilə A, 1, 2, 3. Yəni bu dəfə T ilə I-nin arasına gəlir kursor. Daha sonra delete. Delete kursordan sağ tərəfi silir. 2 dəfə sıxanda sağa doğru 2 simvol silir. Yəni i-ni və onu siləcək. Sonra kursoru 4 simvol sola doğru hərəkət etdirir və burada kursor hal-hazırda T hərfi ilə N hərfinin arasında dayanıb. 4 dəfə sola ox seçiləndə 4 simvol sola 1, 2, 3, 4. Yəni D və U hərflərinin arasına düşür. Daha sonra backspace-də 3 dəfə backspace-də sola doğru silir. Kursordan sola 3 simvol 1, 2, 3. 3 yazıldığı üçün 3 simvol silir. Və burada qalır sınaq. U, C, A, T. Sonra bu tərəfdə də N, ət işarəsi centersiz. O da olur C variantında. Deməli, kursor idarə edən düymələr idi. Sağ, sol, yuxarı, aşağı. Bir də home, end, page down. Bir də page. Bunlar kursor idarə edən düymələrdir. Home-la end. Home deməli, sətrin əvvəlinə keçirirdi. End isə sətrin sonuna. Page down bir sətr yuxarı, aşağı. Bu isə bir sətr yuxarı. Və sağ, sol, yuxarı, aşağı 4 dənə də düymələr vardı. Cəmi 8 düymə idi. Delete sağa doğru, backspace isə sola doğru silir. Oldu cavab C variantı. Sonra ikinci sualda qovluqda faillər və onların həcmləri göstərilib. Qovluqdakı səs faillərinin həcmlərini. Artıq burada biz bilməliyik əməliyyat sistemində olan fail genişlənmələrini. Səs faili deyirsə, səsə aid olanları seçirik. MIDI yazılan səsdir. Deməli, MIDI yazılan səsdir. TIFF yazılan bu qrafik failidir. PNG-dir, JPEG-dir. Bunlar qrafikdir. Sonra GIF-dir, qrafikdir. Və TXT də mətn failinə aiddir. MP3-dür, MIDI-dir. Bir də WAV faili var ki, bunlar aiddir səs faillərinə. Burada da MIDI, bir də MP3 götürürük. Və qeyd olunur, bu səs faillərinin həcmi neçə kilobaytdır. MIDI səs faili 1024 kilobaytdır. Və MP3-də 2 megabaytdır. Bunu da kilobayta çevirsək, cavab kilobaytla istənilir. Olur 2048 kilobayt. Və toplayanda alınır 3072 kilobayt. Cavab da kilobaytda olduğu kimi qalır. Əgər megabayt istənsəydi, 1024-ə bölüb 3 deyərdik. Cavab olur D variantı. Sonra üçüncü sualda rəqəmlərdən istifadə etməklə 320 ədədindən böyük, neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar. 320 demək bizdən istəyir 3 rəqəmli ədədlər. Onda 3 dənə xətti qeyd edirik. 1, Mən 2. birinci 5 dənə boşluq qoymaq lazımdır. Hə, çünki yoxsa 4 dənə. Çünki 2 ilə başlayanmaz da 320-dən böyük istəyirsə. Bəli, onda 4 dənə qiymət ala bilir. 3, 4, 5. Mən arxasına aparamadım sonra. Aha, izah edirəm bir dəqiqə. 3 rəqəmli ədəd deyir, 3 dənə xətti qeyd edirik. Təhliyə onluq yüzlük. 320 ədədindən böyük olmalıdır. Böyük olmalısa birinci yerə 3 yaza bilərik. 4-ü, 5-i, 6-nı. Yəni 4 dənə ədəd yaza bilərik. Sonra ikinci yerə
eşitdir. 320 ədədindən böyük neçə müxtəlif rəqəmli ədəd ola bilər? Bura 2 yazsaq, sonra bura istənilən ədədi yazsaq, baxın 2, 3, 4, 5, 6. Bu şəkildə gələndə 320 neçəsə alınır. Burada 0 falan yoxdur. Yəni 320-dən bu 0-dan böyük olsun ki, 320-dən böyük olsun. Bura istədiyiniz ədədi yaza bilərsiniz. Yəni burada olanlardan 4, 5, 6. Baxın 3 ilə yüzlük mərtəbəsində 4, 5, 6 olsa onsuz 320-dən böyük alınır. Amma yüzlük mərtəbəsində ən kiçik Hələ 3 bir də təkrarlanmayan istəyir axı deyir. Neçə müxtəlif. yox, rəqəmləri demir. Məsələn 333 fərqlidir 332-dən. İkisi də müxtəlif ədədlərdir, axı onu deyir. Desəydi rəqəmləri təkrarlanmayan o zaman bəli düzüydü. Mən birinciyə dördünü seçdim. Sonrasında 3 qoydum. Çünki yəqin bir məsələn 3 birində işlənirsə digərində işlənilməz. Bəli, yox, elə bir şey istəmir. Orada deyil, onda elə olanda qeyd edici ki, rəqəmləri Allah. təkrarlayın. Təkrarlanmayan, Şey ben. Aha. mən təkrarlanmayan sözü olanda onu da mən deyən şərt kimi götürürük də. Həmin şərti Bəli, nəzərə alırıq ki, məsələn 2 burada işlənirsə digərində işlənilməz. bəli, bəli, təkrarlanmayan deyəndə o şəkildə nəzərə alın. Tatildeyiz. Sara müəllimə səsiniz açıqdır. Deməli, burada rəqəm müxtəlif üç rəqəmi deyir. Deməli, biz burada, məsələn, tutaq ədədlərdən biri 1 olsaydı, o zaman sonuncuya 1 yaza bilməzdik. Çünki, məsələn, 321 ola bilər. O 1-i nəzərə almalıydıq. Yəni, burada 5 dənəsi qeyd olunub. Bura yazırıq 5 ədəd, burada yazırıq 5 ədəd. Yəni, bu 4-5 onların sayını göstərir. Və bunların bir-birinə olan hasili, o da eləyir 100. Deməli, 320-dən böyük cəmi 100 dənə ədəd yazmaq mümkündür. Dördüncü sualda siyahı tipi verilib. For in range 0-dan 3-ə, demək, qiymət alır 0-ı, 1-i və 2-ni. İnin 0 qiyməti ilə daxil onda qeyd edir listə remove, sil 1-i. Remove-da ilk rast gəldiyi biri silir, hamısını yox. Demək, birinci dəfə inin 0 qiyməti ilə listə birinci 1-i silir. Daha sonra təkrar dövrə qayıdır. Təkrar dövrə qayıdır, bu dəfə i-nin 2 qiymətini alır. i bərabər 2 olduqda bir də qeyd edir siyahısından remove sil 1-i. Bu dəfə də yenə artıq bu 1 silinib. Ona görə ilk rast gəldiyi 1 budur. Bu 1-i silir. Təkrar bir də dövrə qayıdır və sonra i-nin 2 qiyməti ilə daxil olanda bir də listə silməlidir 1-i. Və burada da ilk rast gəldiyi bir ədədi budur və bunu silir. Geridə qalır digər ədədlər. Sonra deməli alınan yeni siyahı olur bu şəkildə 5, 6, 12, 21, 1, 12, 1, 12. Belə bir siyahı olur. Və qeyd edir eləsə əlavə et 1-i və appenddə sona əlavə edir. Deməli bu sona bir dənə 1 əlavə edəcək. Daha sonra qeyd edir delete eləsə 3-cü elementi sil. Nömrələyirik 0, 1, 2, 3. 3-ə düşür 21. 21-i silir. Və sonra qeyd edir ki, eləsə əlavə et, nömrəsi 1 olan yerə 3-ü əlavə et. Nömrəsi 1 olan 6-dır. Deməli, 6-nı oradan geriyə atır. Yəni, 6 gəlir 12 ilə 3-ün arasına düşəcək. Deməli, burada 6-nın əvəzinə 3 qeyd olunur. Yəni, bu şəkildə bir dəqiqə. Aha. Deməli, elə yazmalıyıq ki, nömrəsi 1 olanda 3 dayansın. Nömrəsi 1 olanda 3 yazılır və bayaq 6 var idi. O 6-nı salır artıq özündən sonra gəlinir. Və bu 2 nömrə ilə 3 nömrə yerini dəyişmiş olur. Yəni, artıq 2 nömrədə 6 dayanır, 3 nömrədə 12 dayanır. Və birinci gələn nömrəni göstərir, ikinci gələn daxil olunacaq ədədi göstərir. Sonra gedir, elistə say birləri. Biri sayanda demək bu 612 idi. Bir dənə 1 buradadır. Sonra biri buradadır. Bu 12-yə aiddir. Bu heç. Bir dənə də 1 burada. Cəmi 3 olur və sayanda da 3 dənə 1, 0, B variantı. Çox vaxt bu əmrlər yaddan çıxır. İrəlidə çox istifadə olunmur deyə. Sınaqlara hər dəfə salacağım ki, yadda qalsın onlar. Mətin informasiyasının çevrilməsində aşağıdakı əməliyyatlar icra edilmişdir. Kodlaşdırma standartı Unicode-dan ASCII-yə keçir. Demək, əvvəlcə i-nin qiyməti hesablanıb 2 baytdan, sonra ikinci dəfə hesablanıb 1 baytdan.
Elə burada gördük ki, 2 dəfə azalma var. Bu birinci, bu ikinci. Ümumi simvolların ümumi sayı, demək ASCII-dən Unicode-dan ASCII-yə keçdi. Sonra gedir simvolların sayı da 2 dəfə azalıb. Məsələn, bayaq simvolların sayı x idisə, indi simvolların sayı 2 dəfə azalır, olur x bölünsün 2. Və məlumat 20% sıxlaşdırılıb. Bu əməliyyatdan sonra mətnin informasiya həcmi necə dəyişir? Demək, 2 dəfə 20 faiz sıxmayı ən sonda eləyirik də, həcmi tapandan sonra. bəli. Bu əməliyyatlardan sonra mətnin informasiya həcmi necə dəyişir? Birinci həcmi hesablayırıq. Burada həcmin qiyməti olub 2x, özdə byte-la. Burada isə həcmin qiyməti olub 2-də 1x. Və qeyd edir, məlumat 20% sıxlaşdırılıb. 20% sıxılıbsa, 20% azalıb. Yəni onun %80-i qalıb. %80-ni tapsaq, burada 2x-lə 2-də 1x. Əvvəlcə həcm 2x idi, sonra 2-də 1x-ə keçib. Deməli, 4 dəfə azalır. Yəni 2x-i biz 4-ə bölsək, 2-də 1x alınır. Deməli, burada 4 dəfə azalıb. 20% azalması 15-dən biridir. Yəni, ümumilikdə 5 dəfə həcm azalmış olur. 2 dəfə Unicode-da azalır. 20% 5-dən biri 20% sıxılanda olur. Bir də simvolların sayda 2 azalıbsa 2 dəfə də orada. Cəmi olur 5 dəfə azalma. Sonra 6-cı sualda HTML-ə aiddir. Bunu bəzi müəllimlərlə keçməmişik. Biraz müəllimlər oxşuyur Word-ə. Word-də necə vardı? Qalın yazmaq, italik yazmaq, onlar oxşuyur. İstəyir doğru fikirləri. Deməli, nizamlanmış siyahı biz Word-də 2 tip siyahı demir, 3 tip siyahı demişdim. Nömrələnmiş, qarşısında nömrələr var idi. Nişanlanmış, bir də izahlı. Standartlar kimi çox səviyyəli gedirdi burada. Baxın, burada. Məsələn, bu nişanlanmış, qarşıda nişanlar təyin edir. Sonra bu nömrələnmiş siyahı, bu isə izahlı siyahı standart şəklində çox səviyyəli də deyə bilərlər ona. Daha sonra burada da eyni qayda. Deməli, nizamlanmış siyahı deyəndə nizamlıdır. Yəni, nömrələnmiş nəzərdə tutulur. Nizamlanmış siyahı all tag-idir. All-dan istifadə edir. Qeyd edir, siyahın ilk elementi qalın şriftdə yazılır. Nizamlanmış siyahı bu yuxarıda. All tag-i açıldı və bağlandı. Bir ilk element qalın. Qalın yazan bir strongdur. Bir də ki, B tag-idir. Word-də də B var idi. Bold, qalın yazmaq. Ctrl B. Qalın yazır. Bəli, strong güclü mənası verir. Burada da ilk element incə sənətdir. Strongların arasında yazılıb deyə, deməli qalın yazacaq. Bir düzdür. Sonra deyir, nişanlanmış siyahı. Nişanlı siyahı da ul teqidir. Nişanlanmış siyahını ya da nizamlanmamış da deyə bilər buna. Ul teqi yaradır. İlk element kursiv yazır. Kursiv yazılan Word-də bilirik ki, idi. Ctrl I, italik yazır, kursiv yazır. Bir də burada M teqi var, o da ki, italik yazır. Siyahının deyir, ilk elementi kursivdir. Burada ilk element müəllimlik sözüdür. Və o, U teqlərinin arasında yazılıb. U isə underline, altdan xətt çəkmək üçündür. Word-də də belədir bu. Burada U teqinə gəlsə, U teqi altdan xətt çəkir, I italik yazır, B isə qalın yazır. Bu iki mövzu bəzi yönləri ortaqdır. Deməli, burada bu sual səhvdir. Kursiv yazmır, altdan xətt çəkib yazacaq. Nizamlanmış siyahı, nizamlanmış bu idi, nömrələnmiş yəni. Siyahın üçüncü elementi kursiv yazılacaq. Bəli, üçüncü element ədəbiyyat sözdür. Bu 1, bu 2, bu da 3. İ teqlərinin arasında yazılıb, italik yazılacaq, kursiv, düzdür. Nişanlanmış siyahının 3 elementi var. Nişanlanmış siyahı budur. Bəli, bu birinci element, bu ikinci element, bu üçüncü. İçəridəki sözlərə baxmırıq. Əsas lilərə diqqət edib, açılıb, bağlanıb. 1, 2, bu da ki 3. 3 elementi var, düzdür. Nizamlanmış siyahı, yəni yuxarıdakı siyahı, sonuncu elementi istinaddır. İstinad da deyəndə linklər nəzərdə tutulur. Sizə göndərdiyim linklər, istinadlar. Burada link yoxdur. İstinad buradadır. İkincidə nişanlanmış siyahının üçüncü elementi istinaddır. A hərf varsa linkdir. Amma burada elə bir yazı yoxdur. İstinad deyil, sadəcə ədəbiyyat sözü yazılacaq 3-cü sətirdə. Ona görə 5-də yanlışdır. Cavab olur 1, 3, 4 A variantı. Ok. Ok nədir mənim?
Neyi bildirir? Ahrefi deyirsiniz, neyi bildirir? Ahref istinadı bildirir, linki. Mesela sizə Ol link var orada mənim oxu yoxdur axı. Oradakı ol deyir. ol. Hə, Yəni o istinadlardan nömrələnmiş, bəli. nişanlanmış, nizamlanmış. Ol, bəli, yaradır nişanlanmış siyahını. Nömrələnmiş siyahını. Nömrələnmiş ya da nizamlanmış deyə bilər. Yəni qarşıda göstərir ki, strong, incə sənət sözü yazılacaq. İncə sənət. Amma necə yazılsın? Bu ola görə təyin olunur ki, onun qarşısında nömrə qoyulacaq. Yəni yazılacaq birinci incə sənət, ikinci coğrafiya, üçüncü ədəbiyyat. Amma burada müəllimlik, musiqi falan yazılıb. Orada ula görə nişanlar qoyulur. Nişan qoyur, yazır müəllimlik. Müəllimlik. Sonra keçir başqa bir nişan qoyur. Yəni burada nömrələr olur, orada nişanlar olur qarşıda. Lidə hansı element yazılacağını göstərir. Yəni o nömrədir. Yazır 1, 2. Bəs o nömrənin qarşısında nə yazılsın? Həmin o element li teqlərinin arasında yazılmalıdır ki, yəni orada incə sənət sözü yazılmalıdır. Yəni ul teki, tutaq ki, nişanlar təyin etdik. Bu nişanları yazdıq. Bəs o nişanlarda nə yazılsın? O da lilərin arasında nə varsa, yəni yazılacaq sözü li təyin edir. Deməli, müəllimlik sözü li teklərin arasındadır. Onda bura müəllimlik yazılacaq. Bunu səhv yazdım. Yəqin ki, aydındır. O mövzuya gəldin, inşallah izah edəcəm. Birinci dərsimizi qalıb bitirməyimizə. Aşağıdakilərdən hansılar HTML sənədində doğru strukturlaşdırılmış bir hipermətn link. Baxın, hipermətn istinad da deyə bilər. Onun nümunəsidir. A search ilə işləmir. Image search ilə işləmir. Yazılış səhvdir. A link ilə işləmir. Səhvdir. Link ref ilə işləmir. Səhvdir. İstinad yerləşdirmək üçün A hərfi olmalıdır və sonda da /a ilə bağlanmalıdır. Yazılar da dırnaq içərisinə verilib, bölük dili işarəsi qoyulub yerində, problem yoxdur. Əsas diqqət edirik qarşıya. Orada A hərf cütü var və sonda da A ilə bitməlidir. Bir də image search cütü var. Yəni A bunlar işləməlidir, image də bununla işləməlidir. Burada A search ilə hərf image ilə belə qarmaqarışıq yoxdur. Bir bu cütdür, bir də bu cütdür. Deməli, doğru nə istəyir olur B variantı. 8-ci sualda hansı kod siyahısındakı cüt ədədlərin sayını tapır? Burada cüt ədəd deyirsə, baxmalıyıq ki, həmin ədədi 2-yə böləndə qalığı 0 olursa, ya da həmin ədədi 2-yə böləndə qalıq 0-dan fərqli olursa, 1-dən fərqli olursa. 1-dən fərqlidirsə deməli 0-dır, ya da burada 0-a bərabər. Məsələn, burada qeyd edilir ki, ədədi 2-yə böləndə qalıq 1 olsun. Deməli, burada təkdən danışır. Bunlarda isə ümumiyyətlə təki cütü verməyib. Yenə burada verib. Burada nə təki var, nə cütü var, heç nə yoxdur. Onda hamısını, ikiləri sayacaq yalnız. İkiləri də saymaq, cüt ədədləri saymaq demək deyil. Axı 4 var, 6 var, heç 2 yoxdur siyahıda. Sam isə bizdən ədədlərin sayını istəyir. Sayan lendi, ya da ki, başqa bir şəkildə yazsaydı plus 1 olardı. Sam cəmləmədir. Sam deyir 2-yə bölünənləri cəmlə. Özü də bu bir dənə 2-yə bölünəni götürür. Yəni belə siyahını bütöv şəkildə götürüb yaza bilməz. A variantı olur. Çünki burada, baxın, bu len tərəfi qalsın. Yazılıb for x in A. O yazı sanki belədir. For x in A. A siyahısı da başda verilib. 3, 4, 6, 7, 8. Yəni biraz yığcam formada bu cür yazıb. For x in A, x gəlir A-dan 3-ü götürür. X bərabər olur 3-ə. Sonra yazılıb ki, əgər x 2-yə bölündə bərabərdirsə 0-a, o zaman len saysın. Biz burada saymanı məsələn S bərabər S plus 1 yazırıq bu misala görə. S-in başlanğıcını 0 verir. Amma burada elə siyahıdır deyə qarşısına bir dənə len atıb saya bilər. Baxın, burada bu yazı siyahı işarəsi var. Burada 2 dənə. Burada başlayır, bitir, başlayır. Deməli, before x in A, x gəlir 3-ü götürür. Soruşur ki, x-i 2-yə böləndə 0-dırmı? Yox. Təkrar gəlib 4-ü götürür. For x in A-da 4-ü götürür. 4-ü 2-yə böləndə bərabərdirmi 0-a? Deyir, bəli, 0-a bərabərdir. O zaman bunu siyahı elementin içərisində yazır. Və len də həmin elementləri sayacaq. Baxın, burada siyahının işarəsi var.
Burada başlayıb burada bitir. Həmin o qiymətləri 4, 6-nı, 8 o siyahının içərisinə əlavə edir. Len də onları sayır, nəticə olaraq 3 çıxır. Yəni cüt ədədlərin sayını tapmış oldu. 9-cu sualda verilmiş şəkildə ədədi silsilədə sonuncu yazılacaq ədədi tapın. Ya da məsələn sonuncu yazılacaq xananı da deyə bilər, xananı da taparıq. Burada yazılıb kalım. Kalım yazılıbsa A sütununda yazılıb. Deməli A sütunu boyunca hərəkət edir. Yəni burada yazılacaq bunlar da. Və bu da ədədi silsiləni göstərir. Birinci A1 xanasına yazılıb 2. A1'e 2 yazılıb. Addım 4, 4'dür. Yəni sonra üstə 4 gəlir 6 olur, 10 olur və s. Stop. Stop da yazılan 20'dir. Demək 2'ni 4 vahid artırıq olur 6. Sütun olduğu üçün burada yazırım. Yəni yuxarıdan aşağı. Amma sətr olsaydı götürüb burada 6'nı yazmalıydım. Yəni sətr boyunca hərəkət etsin. 6. 6'ın üzerine 1 de 4 gəlir, olur 10. 10'un üstə 4 gəlir, 14. Üstə 4 gəlir, 18. Üstə 1 də 4 gəndə 22 verir. Amma qeyd edir ki, stop 20'də dayansın. Onda da 22'ni yaza bilmir. Hətta 20'nin özünü belə alsaydı, onu yazırdı. Sonuncu qiymət burada nəzərə alınır. Və burada növbəti qiymət 22-dir, 20-ni keçməməlidir. Demək, yazılacaq sonuncu ədəd, sonuncunu istəyir, 18-dir. Və soruşsaydı ki, bəs sonuncu ədəd hansı xanada yazılacaq? O zaman A5 xanasına sonuncu ədəd yazılmış olur. Deməli, sonuncu yazılacaq xana A5 xanasıdır, ədəd də 18-dir. Bu əmri seçilsəydi, həndəsi silsilə olardı, 4 dəfə 4 dəfə artardı. Rosta yazılsaydı sətr üzrə hərəkət eləyərdim. B1, C1, D1 bu istiqamətdə xanaları doldurardı. 10-cu sualda yenə C5 xanasının nəticəsi hansı nəticə alınar? C bərabər produkt hasildir. Bir A4-dən B4-ə qədər qoşa nöqtədə arada. A4, B4. Deməli, A4 burada başlayır, B4 də burada. Qoşa nöqtə diapazondur, yəni bunu sətr boyunca birləşdirir. Və ədədlər 5-dən 1-dir. Onların bir produkt hasilini tap. Yəni 5-i 1-ə vurur, 5 vur 1. Olur 5. Fakt faktorialdır. B2 xanası. B2-də 3 yazılıb. Yəni deyir 3 faktorial tap. 3 faktorial da 1-dən 3-ə qədər ədədlərin hasili deməkdir. Olur 6. Pov qüvvətdir və burada diqqət etsək A3 nöqtəli vergüldür, diapazon deyil. Yəni deyir A3, burada 7, bir də B3, o da 1. Da diapazon ümumi götürülmür. Deməli, povda qüvvət, birincinin qüvvətində ikinci yazılır axı, 7-nin qüvvətində 1 yazılır. Olur 7. A5 Python'da demişdim moduldur. A5 xanasının mütləq qiymətini çıxardır. A5-də -3 yazılıb. Olur modulda -3, bu da alınır müsbət 3. Sam da C1-dən C4-ə qədər zəmləyir. C1 burada başlayıb, C4 də burada bitir. Yəni bu aralıqdakı qiymətlərin cəmini tapacaq. Bir nə yazılıb 5, üstəcə digəri 6-dır, digəri 7 və 3-dür. 7, 3. Sam olduğuna görə də cəmləyirik. Deməli 5, 6, 7, 3-ü cəmləyəndə alınır 21 və C5 xanasının qiymətini istəyir. Şərtdə diqqətli ol. Məsələn, C4-ü istəsə, heç də bunu hesablamaq lazım deyil. Gəlib C4-dəki qiyməti hesablayır. Olar cavab məsələn 3. Deməli, nəticə alınır 21. Deməli, burada diqqət eləməli olduğumuz isə buradakı qoşa nöqtə, nöqtəli vergül, bir də ki, qarşıdakı əmrləri əzbər bilməliyik. Sonra 11-ci sualda verilənlər bazası fraqmentinə əsasən bunları hesablayın. Qarşıdakı notu saxlayırıq. 2 qat mötərizə var. Bu kənardakı not qalsın. Sonra burada gedir not. İnformatika 92-dən kiçik olmasın. Yəni 92-dən böyük bərabər olsun. Bərabərliyi də unutmayaq. İnformatikanı tapırıq. Burada 92-dən böyük bərabərlər seçirik. Biri 1-dir, 100 1-dir. Sonra 92-dən böyük olan bir 97-dir, 3-dür. Sonra bu 100'dür, bir də 97'dir. Yəni 4-cü ilə 5-ci. Qarşıdakı adiləri yazırıq. 100'ü yazmayın, çünki 2 dənə 100 var. Sonra bilməyəcəksiniz hansı 100 idi, kənan idi, yoxsa amil idi. Sonra yazılıb and və
Riyaziyyatı 98-dən kiçik bərabər olsun. Riyaziyyat sütununda 98-dən kiçik bərabər olan 1-dir, 2-dir, bir də sonuncu 6-dır. Və burada mötərizə bağlanıbsa, biz də mötərizəni bağlayırıq. Or, yəni ardıcıllığa diqqət edin. Fizikası 91-dən böyük olsun. Deməli, riyaziyyatı düzgə. Fizikası 91-dən böyük olanlar 1-dir, 2-dir, 3-dür, 4-dür. Elə bunlardır. 1, 2, 3, 4. Və müəllimlər, not 2 qat mötərizənin qarşısındadır. Yəni, o mötərizə burada bitir biri. Bu birincinin bağlananı budur. Deməli, burada mötərizəni bağlamalıyıq. Yəni, not ümumi mötərizəyə aiddir. Bu not kənarda qalır. Birinci mötərizə Yani not riyaziyyata aid olduğu, mütərizənin içindəki not riyaziyyata aid olduğu yoxsa yox, o ancaq informatika mötərizəsinin qarşısında cavab ona aiddir. bəli. Bəli, amma bu not, baxın, bu mötərizənindir. Açıldı, bağlandı. Buradakı bu mötərizə bunundur. Buradakı birinci mötərizə bunun mötərizəsidir, açılıb bağlanıb. Burada birinci gələn mötərizə, burada sonuncu gələn mötərizəyə aiddir. Onda bu not ümumi mötərizəyə aiddir. Bu not isə hansı mötərizənin qarşısına gəlibsə, yalnız ona aiddir, digərinə aid deyil. Və burada ənd olanda birinci deməli kəsişməyə baxırıq, mötərizənin içərisində daha doğrusu. Hər ikisində ortaq olan ənd kəsişmədir. Ortaq olan 1-dir. Hər tərəfdə 1 var. Onda buradan cavab 1 çıxır. 3 solda var, sağda yoxdur. 4, 5 eyni, 6 da onun kimi. Or birləşsin. 1, 2, 3, 4 ilə. 1, 2, 3 və 4 ilə. Və burada müəllimlər not qalır yenə. Notu sonda tətbiq eləyək. Orada birləşir. Birləşəndə hamısını birləşdiririk. Olur 1, 2, 3, 4. Təkrarlanan elementləri bir dəfə yazırıq da, 2 dəfə bir-bir yazmırıq. Və not nə deməkdir? İnkar edir. Deyir ki, 1, 2, 3, 4 deyil. Yəni 1, 2, 3, 4 deyilsə, yerdə qalır 5 ilə 6. Deməli, bunun cavabı 5 ilə 6-dır. Olur C variantı. Və bu tiplərdə yenə diqqətli oluruq nəyə? Bəzən şərtdə qeyd edilir ki, sorğusuna uyğun hansı aidilər gizlənəcək yazır. Belə bir tələli sual olur. Məsələn, burada deyir müəyyən edin. Tapdıq ki, 5 ilə 6-dır. Amma deyir hansılar gizlənir? Bu 5 ilə 6 ekranda görünəndir. Gizlənənlər də olur 1, 2, 3, 4. Yəni 5, 6 görünürsə, yerdə qalanlar da gizlənmiş olur. Yəni hər dəfə həmişə bu şəkildə baxmayın. Yəni cümləni sona qədər oxuyaq. Bəzən cümləni dəyişib başqa bir sual verir. Gizlənməsini soruşur. Sonra 12-ci sualda hansı şərtdə variant yuxarıda deyirəm, düzgün yazılmış. Hansı şərtdə verilənlər bazası relyasiya modelində təsvir olunmuş, cədvələ qoyulmuş tələblər düzgün verilməmişdir. Cədvəldə eyni qiymətli əsas açara malik bir neçə sətir ola bilməz. Bəli, yəni təkrarlanan olmur da eyni qiymətli. Hər sütun fərqli olur. Cədvəldə təkrarlanan sütunlar ola bilməz. Bəli, ola bilməz. Bu da düzdür. Yəni cədvəl qururuq, düşünün ki, burada yazmışam şagirdin adı, burada yazmışam adı. 2 dəfə niyə yazaq ki? Olmur. Bir dəfə yazmaq bəsdir və təkrarlanmağa da icazə verməyən daxil açardır. Cədvəlin bütün sütunları eyni struktura malik olur. Yox, bu yanlışdır. Desək, cədvəlin bir sütun elementləri eyni strukturda düzdür. Məsələn, tutaq ki, bura şagirdin adını yazıram. Məsələn, tutaq Yusif yazıram. Bura keçib, məsələn, Hüseyin yazıram və s. Davam edir bu ardıcılıq. Əgər bura mətn daxil etmişəmsə, yəni şagirdin adını yazmışamsa birinci sətrə, ikinci sətirdə də həmin hissəyə şagirdin adı olmalıdır. Da dəyişib burada soyadı qeyd eləmirəm ya da nömrəsini yazmıram. Yəni yuxarıda ad yazılıbsa o bir sütun boyu ad gedir. Amma burada deyil, bütün sütunlar. Bəlkə bura telefon nömrəsi yazmışıq. İndi orada götürüb şagirdin altı soyadını yazmırıq ki, nömrəni yazırıq keçib. Onda deməli, burada eyni struktura malik olmur. Yəni bu cümlə səhvdir. Amma bütün sətirlər eyni strukturdadır. Bəli. Məsələn, bu birinci sətirdə. Birinci şagirdin adını, ilk olaraq adını yazdım. Sonra keçdim nömrəsini yazdım. Nömrə. Məsələn, sonra soyad yazılır və s. İndi ikinci sətrə keçəndə yenə də birinci şagirdin adını yazmalıyam. Sonra nömrəsini qeyd etməliyim. Və bu qayda bütün sətirlərdə təkrarlanır. Yəni, neçə dənə sətr varsa, hamısında təkrarlanır.
Deməli, eyni struktura malik olmalıdır. Fikri düzdür. Relyasiya cədvəl nəzərdə tutulur müəllimə. Relyasiya modeli, yəni cədvəl modeli, strukturu cədvəl olsun. Verilənlər bazası da məktəbdə şagirdlərin ya da ki, hansısa bir müəssisədə işçilərin ya da məktəbdə müəllimlərin, işçilərin hamısının haqqında məlumat olur. Yəni bir cədvəl olur. Cədvəldə də şagirdlərin adı, soyadı, ata adı, nə bilim, ya telefon nömrəsi, müəllimlər haqqında məlumat, baxın məsələn tutaq, belə bir cədvəl olur. Açılsa göstərsin. Aha, məsələn, belə bir böyük cədvəl olur. Bütün işçilərin adları, soyadı, ata adı və s. Bu siyahını artırmaq da olar. Burada dizayndan artıra bilərik. Yəni, şagirdlər haqqında bir məlumat ya da işçilər haqqında məlumat, onlar haqqında verilənlər, informasiyalar var. Bunu göstərir. Sətirlərin ardıcıllığı istənilən qaydada ola bilər. Bəli, istəyirsiniz birinci, məsələn, A ilə başlayan yazın, istəyirsiniz B ilə başlayan yazın, istənilən qaydada ola bilər. Önəmli deyil o. Sonra 13-cü sual. Verilən fikirlərdən neçəsi yanlışdır? Skaner informasiyanın elektron sürətini çıxaran qurğudur. Çıxaran sözü çaşdırmasın müəllimlər. Deyir ki, elektron sürətini çıxardır. Məsələn, deyirəm ki, özünüz haqqında məlumatı elektron şəkildə mənə göndərin. Siz də WhatsApp-da, yəni PDF formasında atırsınız da, elektron sürətini atırsınız. Elektron sürətini çıxaran onu nəzərdə tutur. Demək, bir doğrudur. Skanerdə məlumatı, qrafik informasiyanı nəzərdə tutulur, kompüterə daxil edir. Monitorun ölçüsü deyəndə diaqonal ölçüsüdür. Bəli, bu monitor ölçüdə onun diaqonalı nəzərdə tutulur. Bu da düzdür. Matrisli printerin sürəti 1 saniyədə çap etdiyi simvol sayıdır, səhifə yox. Matrislidə 1 saniyədə simvol sayıdır, amma lazerlidə ya da şırnaqlıda bir dəqiqədə səhifə sayıdır. Demək, matrislidə saniyə simvoldur. Bu yanlışdır. Neçəsi yanlışdır deyil. Prosesorun nüvəsi bir neçə məsələni paralel yerinə yetirməyə imkan verir. Bəli, bu da onun sürətini artırır, işinə təsir edir. Düşünün ki, iki işi eyni anda görürsünüz. Tez bitər işiniz. Doğrudur. Bu kompüterin məhsuldarlığı yalnız daxili yaddaşdan yox. Yalnız sözünü deməsəydi, cümləni doğru götürərdik. Məhsuldarlıq daxili yaddaşdan da asılıdır, düzdür. Amma yalnız yox. Həm onun daxili yaddaşı, həm xarici yaddaşı, prosesorun sürəti, video sistemi məhsuldarlığı bunun hamısından asılıdır. Qiyməti var, yəni RAM artdıqca, yaddaşı artdıqca ya da sürəti artdıqca qiyməti də artır. Olur C ilə Y, yəni 2 dənə səhv var. Neçəsi yanlışdır, ikisi yanlışdır. 14-cü sualda defə aid sualdır. Burada def fx, y. Defdə qeyd etmişdim. Sondan əvvələ doğru gəlirik. Aha, doğruları götürübsünüz. Yox, müəllimə, yanlış istəyir. Şərtdə sonda qeyd edir ki, neçəsi yanlışdır. Bəli, diqqətli olun, sona qədər baxın misala. Deməli, burada defdə eyni sıradan başlayırıq. Deflə eyni sırada A1-dir, B2-dir. Yazılıb M. A-nın qiyməti 1-dir, vergül F, AB. A-nın yerinə 1, B-nin yerinə isə 2 yazırıq. Və sonra hesablamalıyıq mötərizənin içərisini. 3 yanlış deyil. Qayıdıb baxacam. Yaxşı, baxaq. 3 yanlış deyilmi? 3 ilə. Yəni müəllimə üçü yanlış deyil. Birinci də yanlış idi. Birincidə müəllimə deyir, elektron sürətini çıxaran qurğu. Elektron şəkildə. O yanlış deyil müəllimə. Yox, müəllimə düzdür. Elektron şəkildə nə deməkdir? Yəni PDF falan. Yəni kompüterə salır. Elektron sürət kompüterdə olur axı, digərləri kağız üzərində olur. Yəni Hə, bildim müəllimə. Sağ ol. çıxaran sözü bəli çaşdırmaz. Orada elektron şəkildə deyir. Deməli, bu sualda müəllimlər M-in qiyməti deflə eyni sıradan başlayırıq. A-nın yerinə 1, B-nin yerinə 2 yazın. Və burada 2 qat mötərizə var. Onda əvvəlcə bu mötərizənin içərisini hesablayaq. Yəni F1, 2-ni hesablayaq. Hansı defə baxmalıyıq? Bunun qarşısında F-dir deyə qarşıda F olana baxırıq. Gətirib yuxarıda olduğu kimi yazırıq. Bunu olduğu kimi F1, 2.
Birinci x-dir, ikinci y-dir. Deməli, bu x-i göstərir, bu da ki, y-i göstərir. Yazılıb x bərabərdir. X-in üzərinə, yəni 1-in üzərinə 2 vurulsun y. Y-də 2-dir. 2 dəfə 2, 4. 4-ün üzərinə 1 gələndə 5. Və burada x-in yerinə artıq həmin o yeni qiyməti yazmalısınız. Köhnə qiyməti yox. Y bərabərdir. X-in üzərinə 5 gəlir. X yeni qiymət alıb 5. 5-in üzərinə 5 gəlir, olur 10. Yenə də burada yeni qiyməti yazmalıyıq. Return qaytarsın. X ilə Y-in cəmini. X-in yeni qiymətlər 5-dir, digəri isə 10-dur, olur 15. Return 15-i qaytarır özündən yuxarıya. Olur 15. Deməli, F1-2-nin qiyməti 15-ə bərabərdir. Və burada olur M 1,15. Deməli, bu dəfə 1 ilə 15 hesablamalıyıq. Qarşısında M-dir. M-dirsə M olana gəlir. Əgər yenə F olsaydı, F-ə gedərdik və bu M-ə düşməzdi. Deməli, təkrar yuxarı M-ə gəlir. M 1,5. Deməli, burada yazırıq M 1,5. 15 daha doğrusu. 1,15. Birinci x, ikinci y-dir. Deməli, birinciyə x, ikinciyə də y qeyd edək. X bərabərdir. Yazılıb f, x, x1, f1. Bir də x vur 2. Yəni 1 vur 2 oldu 2. Bunu tapandan sonra ikinciyə baxmalıyıq. Çünki biz burada x-ə nə qiymət alsaq, həmin o x-in qiymətini gətirib burada yeni qiymət kimi nəzərə alacaq. F 1, 2-ni hesablamalıdır. F-də olan burada da təkrar yuxarı müraciət edir. Yazılır F 1, 2. Deməli, x, y. Baxın, bunu olduğu kimi yuxarı gətirir. Bu x, bu da y. X bərabər x plus 1, 2 də bayaq hesabladıq axı 15 idi. Baxın, yenə hesablayanda yenə eyni nəticə alınacaq. Olur 15. Deməli, daha doğrusu return qaytarır 15-i. X-in yerinə 1, 2, y-ə həmin qiymətləri yazanda return olacaq 15. Yəni, buna qaytarır 15-i. F1, 2 bərabər olur 15-i. Və y bərabərdir f. Y-i 2-yə vuraq. Y burada 15-dir də yuxarıdakı y-i qatmırıq. Burada y-in qiyməti 15-dir. Yazırıq 15 vurulsun 2, yəni 30 vergül. X də ən son yeni qiymət aldı. 15 aldı. Yazırıq 15. Yeni qiymətlər. İndi bir də bunu hesablamalıdır. Təkrar dövrə qayıdır. Yazılır f 30, 15. Birinci x, ikinci y. X, y. X bərabər x-in üzərinə, yəni 30-un üzərinə 2 vur y. 2-ni 15-ə vuranda olur 30. Bərabərdir 60-a. Və y bərabər x-in üzərinə 5 gəlir. Y bərabər x-in üzərinə 5 gələndə yeni qiymətin üzərinə olur 65. Bir də y hesabladıq. Return x, y cəminə qaytar. Return x-in qiyməti 60, y-də 65. 60 ilə 65-in cəmi 125. 125-ə qaytarır özündən yuxarı. Gətirib 30-15-in yerinə, baxın buradaydı. 30-15-in yerinə yazır 125. Deməli, x-in qiyməti 15 oldu. Y-in qiyməti 125 oldu. Və qeyd edir, return qaytarsın x-lə y-in cəmini. Return qaytarır x-lə, yəni 15 ilə 125-in cəmini olur 140. 140-ı qaytarır bu özündən yuxarıda olan M1-15-ə. 140. Və biz də elə bayaqki sətirdə o M1-15 axtarırdıq. Onun cavabı oldu 140. Deməli, C-nin qiyməti 140-dır. Print də C-ni, yəni 140-ı çap edir. Yəni, yuxarıdakı defə 3 dəfə gəlir. Bir dəfə bu aşağıda FAB var. Bir dəfə burada FXY var. Bir dəfə də burada FXY var. 3 dəfə yuxarı və sonuncu M-in qiymətində də bir dəfə bunu hesablamalıdır. Müəllimə, orada 15-i birincidən almamışıq. Niyə? Bir də təzədən niyə getdik ora? Çünki burada yazanda təkrar bir də alındı. Orada F1-2 bu axırdan alınır. Yuxarı gəlib F1-2-ni 15-i aldı. Sonra bir də M-in 1.15 qiyməti ilə gələndə burada da təkrar bir də alınır. Baxın, deyir M1.15 x bərabər fx
X də burada 1-dir, F1. Bir də X-i 2-yə vur. X 1-dir, 1-i 2-yə vurur, F1 2. Bunu tapmaq üçün təkrar bir də F1 2-ni hesablayanda bayaq burada 15 almışdı. Deməli təkrar yenə 15 alınacaq. Eyni yeri hesablayır. Ona görə. Yeah. Birinci F1 2 bundan alınır. Buradan. Digər F1 2 buradan alınır. 2 dəfə olur. Bəs iti F1-2-ni orada nətə hesabladınız ki, 15 aldınız? Burada. İkinci dövrədə. Bax, bu yuxarıda. Burada. Bəli. Burada Bu birisi. bunu. Bəli. Buradakini hesablamadım Məhəmməd. Çünki dedim ki, elə burada F1 2 15-dirsə, burada hesablayanda yenə 15 olacaq. Birbaşa 15 yazdım. Yəni siz burada yazın yenə 15 olunur. F1 2 yazanda baxın bunu hesablayacaq. F1 2 burada da 15-dir. Deməli orada da 15-dir. X, Y. X bərabərdir. X-in üzərinə, yəni 1-in üzərinə 2 vur Y. Y də 2-dir. 2 vur 2 eləyir 4. X olur 5. Y bərabərdir. X-in üzərinə 5 gəl. X 5-dir. Yeni qiymət alır. 5-in üstə 5-ər 10. Və return qaytar X, Y-in cəmini. Yəni bu 5 ilə bu 10-un cəmi yenə 15 verir. Sadəcə burada da o yazıdır. Baxın F1 2-ni əvvəldə hesabladım 15 oldu. Deməli sonra həmin yerdə bir də F1 2-ni hesablasam yenə 15 olacaq. Yəqin ki aydındır. Videonu atacağım, təkrar yenə baxarsınız. Qaranlıq qalsa deyərsiniz. Deməli 260-ın kvadratı ədədini 16-lıq say sisteminə çevirdikdə bunu kvadrata yüksəltmirik müəllimlər. Bunu yazırıq 2 ədədin 2-nin qüvvətləri şəklində. 260-ı 256 üstəgəl 4 kimi yaza bilərik. Çünki 256 2 üstü 8-in kvadratı 2 üstü 8-dir. 4 isə 2-nin kvadratıdır. Yəni normalda ədədi 2-nin qüvvəti şəklində yazmalıyıq, amma 260 yazılmır deyə onda 2 dənə toplanan şəklində yazırıq. Və burada da kvadrat yazılır. Bunu müxtəsərə görə açırıq. Birincinin kvadratı eləyir 216. Üstəcə, bu birincini ikinciyə vurub 2 misli. 2 üstü 8-i 2 üstü 2-yə vuranda 2 üstü 10. Üstlər toplanır. Bir də 2-yə vuranda olur 2 üstü 11. Və plus ikincinin mötərizə kvadratı. 2-nin kvadratı da, yəni 2 üstü 2 deyir, kvadrata yüksəldəndə 2 üstü 4. Və biz bu cəmi çevirməliyik 16-lıq say sisteminə. 2 üstü 16-dır birinci. 16-lığa çevirəndə 2 üstü 4-ə ayırırıq. 16, 2 üstü 4. 16-nı 4-ə böləndə 4 dəfə. 4 dəfə 4, 16. Sağ sol 16 da 2 üstü. Onda qarşı əmsal 1 vuraq atırıq. Onsuz 1-i nəyə vursaq elə özüdür. 1 olduğu kimi qalır. Özündən sonra da 4 dənə 0. 1, 2, 3, 4. Daha sonra bir də 2 üstü 11-i də çevirməli eyni. Hər toplanana ayrı-ayrı baxır. 2 üstü 11 də 2 üstü 4-ü ayıranda 11-in içində 4 2 dəfə. 2 dəfə 4 8, amma burada 11-dir. Qalır 2-nin kubu. 2-nin kubu 8 eləyir və özündən sonra da 2 dənə 0 atılır. Olur 800. Bir də 2 üstü 4 var. 2 üstü 4 də elə 16 deməkdir. 16-nı 16-ya bölüb yaza bilərik. Ya da 2 üstü 4-ü ayırıb qüvvətə 1 atırıq və qarşıya da əmsal 1 düşür. Bu da olur 1, özündən sonra bir dənə 0. Və olur digər toplananda 1, 0. Bunların üçünün toplanması lazımdır. Burada da üçünü toplayırıq. Olur 10.810. 1, 0, 8, 1, 0. On altıncı sual elektron cədvələ aiddir. B1 xanasına hansı natural ədəd yazılmalıdır ki, A2, E2 diapazondakı xanalar natural qiymətlərinə əsasən diaqram qurulsun. Deməli, bu diaqram A2, E2, yəni bu aralıqda olan qiymətlərə görə qurulub. Onda soruşur ki, B1 xanasına hansı ədəd yazılsın? Bura bir dənə X deyil. A2-ni hesablayaq. A2 bərabərdir. A1 ilə B1-in cəmi. A1 5-dir. 5-in üstə X gəlir. 5 plus X. Çıxır 2-ni. O da eləyir 3 minus X.
Deməli 5 plus x çıxılsın 2 bərabər 3 plus x-ə. Sonra keçib B2 xanasını hesablayırıq. B2 xanasında qeyd edir ki, A1-i vur 2-yə, A1 5-dir. 5-i 2-yə vuranda olur 10, onun üstə də 3 gəlində 13. Bir də C2 xanasına keçirik. C2 bərabər A1 ilə B1-i toplayaq. A1-də 5-dir, B1-də isə x-dir. Yəni 5 ilə x-i toplayırıq, belə qalır. Sonra D2 xanasını hesablayanda D1-in üzərinə D1 4-dür. Bu da ki 5-dir. 4-ün üzərinə 5 gəlir, olur 9. Və E2 xanasına baxırıq. E2-də də yazılıb ki, B2-dən D2 diapazonunu sam cəmlə. B2, D2, yəni bu diapazon. 4 ilə 6, 10. Onun üstə də x gəlir, olur 10 plus x. Və çıxılsın 15. Bu da alınır x minus 5. Deməli, 3 dənə qiyməti aldıq, ədədləri alındı. Və diaqramdakı qiymətlərə baxırıq. Baxın, bu gəlir 4 ilə 5-in arasında. Deməli, bu Müəllim orada B2 D2 deyir. Siz B1 D1-i götürdünüz. Diapazona baxın. B2 D2 diapazonu. hə, bəli. Düz. Bəli, B2, D2, bəli, buranı götürməliyim. B2, D2 diapazon. Aha, düz. Deməli, B2, D2-də də B2, C2, bir də D2 qiymətlər var. Biri 13-dür, yazırıq 13 üstə gəl. Bu 13, bu alındı 5 üstə gəl x. Və bu da alındı 9. Üstə də 9 gəl, bir də çıxaq 15 yazılıb. Çıxılsın 15. Deməli olur x plus 13 ilə 5, 18, 15 çıxanda 3, 3-ün üstə 9 yanında 12. Bəli, olur x plus 12. Və burada birinci diapazon gəlir burada 5-də dayanır. Sonra ikinci qiymət gəlir burada 12 ilə 14-ün arası, yəni 13-də qalır. Bu gəlir burada 6 ilə 8-in arası 7-yə düşür. Bu burada 8 ilə 10-un arası 9-a düşür. Və bu ədəd də burada tam 14-də dayanır, olur 14. Və biz qiymətlərə diqqət etsək, burada deməli qiymətlərə baxsaq, x 3 plus x var, 13 var, baxın burada da 13 var. Sonra burada bir dənə 9 var, burada da 9 var. Deməli burada A2 xanası 3 plus x-dir. Onda birinci xana, baxın ikinci ədəd 13-dür. Burada da ikinci sütun 13-dür. Burada dördüncü xanada 9 yazılıb. Burada da dördüncü diaqram 9-u göstərir. Onda birinci 3 plus x bu 5-i göstərir. Yəni 3 üstə gəl x bərabərdir 5-ə, x də bərabərdir 2-yə. Və müəllimlər, burada da baxın 3-cü xanada 1, 2, 3. 3-cüdə 5 plus x-dir. Deməli o da 7-ni göstərir. Yəni 5 plus x bərabər 7. X yenə də 2 alınır. Və bu sonuncu 14-dür. Bu da sonuncu x plus 2-dir. Deməli x plus 12 bərabərdir 14-ə, x bərabər 2. Yəni hamısını tək-tək hesablamaq lazım deyil. Elə birinci dəfədən x-i 2 alır. Gətirib yerinə yazıb yoxlaya da bilərsiniz. 2 yazanda bu 5 olur, bu 7 olur, bu da ki 14 olur. 5, 13, 7, burada da 5, 13, 7, sonra 9, 14'dür, bu da 9, 14. Yəni eyni olmalıdır. Deməli, B1 xanasına yazacaq qiymətə biz x demişdik, x-i də 2 tapdıq, olur cavab D variantı. Sual yoxdursa sildim. 17-ci sualda verilən deməli modelə aiddir. Qrafın və bu qrafın çəki matrisinə əsasən BY məntəqələrini birləşdirən tilin uzunluğunu müəyyən edin. Digər tərəfə atın. Şərtdə də istəyir BY məntəqələrini birləşdirən tilin uzunluğunu. Deməli, BY, baxın bunu istəyir.
Deməli, burada müəllimlər əvvəlcə biz neçə qonşusu var onu qeyd etməliyik. Yəni, A-dan çıxan tillərin sayına baxırıq. A-dan çıxan 2 dənə til var. Deməli, bunun qonşu sayı 2-dir. C-dən 2 dənə til çıxır. Biri A-ya gedir, biri də B-yə. Deməli, bunun qonşu sayı 2-dir. D-dən 3 xətt çıxır, 3 til çıxır, olur 3. Buradan 2 til çıxır, olur 2. F-dən 1, 2, 3, 4. Bu olur 4. E'dən 1, 2 olur 2. Bir də B'dən 1-i, 2-si, 3-ü, 4-ü, 5-i. Deməli, buradan da 5 dənəsi, 5 til çıxır. Və burada B-də deməli, müxtəlif olanlara baxırıq. Baxın, 2-lər təkrarlanır. Biz burada 2-ləri tapanda, yəni özümüzdən təxmini yaza bilmərik. 2, bir neçə dənə 2 alınır. Deməli, eyni qaydanı burada tətbiq edeyim. M1-də 1, 2 xana doldu. Deməli, bunun 2 qonşusu var. M2-də 1, 2, 3. Deməli, bunun 3 qonşusu var. M3-də 1, 2. Bunun 2 qonşusu var. M4-də 1, 2, 3, 4. Deməli, 4 qonşusu var. M5-də 2 dənədir. 2 yazırıq. M6-da 5 xana doludur. Deməli, bunun 5 qonşusu var. M7-də isə 1, 2-dir. Deməli, 2 qonşusu var. Və müəllimlər fərqli olana baxırıq. Baxın, 2-lər çoxdur. Deyə bilmərik ki, M1 xanası A-dır. Bəlkə C-dir ya da Y-dir. 4 dənə 2 var. Onda fərqli olana baxsaq, deməli D xanasının, D təpəsinin 3 qonşusu var. Burada da 3 qonşusu olan M2-dir. Deməli, əslində bu 3 elə M2-ni göstərir. Aha, tamam müəllim. 17-dəyik. Deməli, burada M2 xanasının M2-nin 1, 2, 3 qonşusu var. Burada da D təpəsinin 3 qonşusu var. Başqa 3 olan yoxdur. 3 qonşusu olan yoxdur. Deməli, bunlar üst-üstə düşür. O zaman M2 bura qeyd edirik. Bu M2-ni göstərir. M2-ni göstərir. Yəni, bunu tapdıq. Sonra keçirik başqa fərqli olana. Baxın, burada da bir dənə 4 var bu qrafda. Bu cədvəldə də bir dənə 4 var. Yəni 4 qonşusu olan var. Orada M4-dür, burada da F təpəsidir. Deməli, bunlar da üst-üstə düşür. Yəni əslində bu F təpəsi ilə M4-ü göstərir. Sonra bir də fərqli olan 5-dir müəllimlər. 5 olan, deməli, burada B təpəsidir. B-dən də B-nin də burada bir dənə 5 olan M6-dır. Baxın, burada da bunun M6-nın 5 dənə qonşusu var. Burada B-dən də 5 dənə til çıxır. Deməli, bu da göstərir M6 təpəsini. Və bunları qeyd etdik. Sonra biz buradan nəyi tapa bilərik? Bizə lazımdır B-Y yolu. Necə tapsaq? Burada müəllimlər bir tapa bilərik M4-ün qonşusuna görə. Daha doğrusu M6 ilə M4 təpəsi. Bunların getdiyi bir dənə qonşu ortaqdır. Yəni, başqa elə təpə yoxdur ki, yox, bir dənə də D təpəsi var, ikisi də ora gedir. Onda əvvəlcə gəl buradakı 2-ni tapaq hansıdır. Sonra keçib bu 2-ni tapsaq, M4-ün bir qonşusu budursa, digər qonşusuna da bu qalır. Demək, M2 təpəsi. M2 təpəsi, baxın, burada gəlir M1-ə, M1. Sonra gəlir M4-ə, baxın, 25 alır, o da M4 xanasıdır. Deməli, bunun qonşusu biri M1-dir, biri M4-dür. Bir də gəlir burada M6-ya 14-dür. Deməli, bu nə idi? M2-nin qonşusu. M2-nin qonşusundan biri tapdıq M6-dır. Deməli, bunu tapmışam. Sonra digər bir qonşusu M4-ə gedir. Onu da tapmışam. Digər bir qonşu hansıdır onu bilmirəm. Burada da bir dənə qalıb. Deməli, bu da elə M1-i göstərir. M1. Eyni qayda ilə M4-ü seçib E təpəsini tapacaq. M4-ün qonşuları. Burada M4-ün qonşusu bu ikisidir. M1 və M2. Yazırıq M1, M2. Bir də bu iki qonşusu var. M6 ilə M7. M6, M7. İndi o qaydanı buna tətbiq edirik. Deməli, M4-ün qonşusunun biri M1-dir. Bəli, M4-ün bir qonşusu M1-dir. Bunu tapdıq. Sonra M4-ün bir qonşusu M2-dir. Onu da tapmışam. Bir də M4-ün bir qonşusu M6-dır. Onu da tapdıq. Başqa bir qonşusu qalıb, onu bilmirik. Deməli, ona da M7 düşür. Yəni, burada olur M7. Bizdə şərtdən istənilirdi. Şərtdə istəyirdi B və Y məntəqələrini birləşdirən tilin uzunluğu. B təpəsinə M6 dedik.
M6. E təpəsinə də M7 dedik. Yəni əslində istəyir M6 ilə M7 arasındakı bu məsafəni. Onu da buradan tapırıq. M6-dan M7-yə qədər olan məsafə onların kəsişməsinə düşür. Yəni 19. Deməli, bu yolun uzunluğu 19-a bərabərdir. Bu tip suallar topluda da var, Koderada da var. Yəqin ki, sertifikasiyada istifadə olunur. Yəni, yeni tip suallardır. Əvvəllər MIQ-də istifadə olunmayıb. Ona görə yəni, düşə bilər. Abituriyent kitablarında qeyd olunub. Belə müəllimlər, yəni B ilə Y-ni buradan tapa bilmiriksə, onda B ilə E-nin M6 nəticəsini tapırıq da. Yəni burada B-də yoxdur. B ilə D-ni, B ilə E-ni nə əvəz edir? Birini M6 əvəz edir, bu B-ni göstərir. O birisini M7 göstərir. Deməli, elə B ilə E arasındakı məsafə M6 ilə M7 arasındakı məsafəyə bax. O da olur 19. M6-dan M7-yə də baxsaz 19-dur. M7-dən M6-ya da baxsaz 19-dur. Çünki bu istiqamətlənməmiş qrafdır. Tillərdir. 18-ci sualda yenə cədvələ aiddir. Burada keçən ildə bu tip sual var deməkdə. Qeyd olunur ki, məsələn, bu tip sual, keçənki sualda deyən hansı şəhərdə, harda işləyir, belə bir tip sual idi. Yorumlara yazmışdılar. Burada deməli cədvəl qurma üsulu ilə tapırıq bunu. Hangi məlumat Koderada var idi o sual. Bəli, Koderada da var, bəli, Topluda da var. Topluda ayrıca 26 sualdır. Koderada qarışıq verib testlər. Sən deyirsən Koderada var idi o məlumat. Bəli, Koderada var. Orada həm eləmişdi. Hə, bu sual eynisi. Yox, bunun yox, MİQə düşəni. Hə, bəli. Keçənə girmişdim MİQə, ona görə deyirəm. Bəli, bəli. Bəli, orada demişdiniz və bəli. Deməli, 5 dostu İlkin, Toğrul. Yox, deyəsən buna cədvəl lazım deyildi. Sincar dostlar tiyatroda ilk 2 sırada bilet aldılar. Birinci sırada mühəndis Samirin yanında oturub həkim üçün. Hə, yazaq sıranda qeyd eləyərik burada. Deməli, 5 nəfərdilər. 1, 2, 3, 4, bu da 5. Deməli, biz onların adlarını yazaq. Bir də birinci sıra, ikinci sıranı da qeyd edirik. Peşələri həkim, müəllim, dizayner, mühəndis, çilingər. Bir də burada birinci, ikinci sıranı da yazarıq. Ya da kənarda onu da çəkə bilərik. Fərqi yoxdur. Birinci xana hər zaman boş qalır. Adları İlkin, Toğrul, Elvin, Samir, bir də Asifdir. İxtisaslarda həkim, müəllim, dizayner, mühəndis və çilingər. Bir də birinci sıra var, ikinci sıra var. Onlar ilk 2 sırada bilet aldılar. Çilingər müxtəlif ixtisas sahibidirlər. Hərəsinin bir peşəsi var. 5 nəfərdir, 5 dənə də ixtisasdır. Çilingər birinci sırada mühəndis və Samirin yanında oturub. Deməli, çilingər hansıdır hələ bilmirik. Bu çilingər əyləşib birinci sırada. Birinci sıra. Və mühəndislə Samirin yanında. Deməli, çilingərin yanında mühəndis və Samir var. Buradan belə nəticə çıxır ki, Samir nə çilingər ola bilməz, nə də mühəndis ola bilməz. Çilingər mühəndislə Samirin yanındadır. Deməli, bunlar ayrı şəxslərdir. Samir nə çilingər deyil, nə mühəndis deyil. Samir, deməli, çilingər deyil. Çilingər, nə də mühəndis deyil. Və bu çilingər birinci sırada Samirlə mühəndisin yanındadırsa, deməli Samir birinci sırada əyləşib. İkinci sırada əyləşməyib. Minuslarda yazdıq. Sonra müəllimlər gedir, həkim İlkinin yanında, Toğrulun da arxasında əyləşib. Deməli, Toğrul birinci sıradadır. Çünki həkim İlkinin yanındadır. Həkimlə İlkin, baxın, həkim və İlkin yanaşı əyləşib. Toğrulun da arxa sırasında. Deməli, bunlar ikinci sıradadır. İkinci sıra. Toğrul da birinci sıradadır.
Toğrulun arxasında. Onda buradan belə nəticə çıxır ki, Çilingərlə bayaq qeyd eləyirdi mühəndis Samirin yanında birinci sıradadılar. Onda İlkin nə Çilingər ola bilməz, nə mühəndis ola bilməz. Çünki onlar birinci sıradadır, İlkin də ikinci sırada. Deməli, İlkin də nə Çilingər deyil, nə mühəndis deyil. Bir də nə hansı qaydanı çıxara bilərik? Həkimlə ilkin yanaşı əyləşibsə, onda ilkin həkim ola bilməz. Çünki həkim onun yanındadır. Və Toğrul da həkim ola bilməz. Həkim ikinci sıradadır, Toğrul da birinci sırada əyləşib. Onda Toğrul da həkim deyil. Sonra İlkin mühəndis Çilincər deyil, Samir deyil. Toğrul bilmirik. Çilincərlə mühəndisdən biri ola bilər. Sonra bir də sıranı qeyd eləyək. İlkin ikinci sırada əyləşib. Bura plus atırıq. Digərlərinə minus. Həkim də ikinci sıradadır. İndi həkimin kim olduğunu bilmirəm. Sonra bir də yox, digər minusları qoymamalıydım. Bircə dəqiqə bunları səhv yazdım. Çünki birinci, ikinci sırada bir nəfər yoxdur, axı çox şəxs var. Deməli, ilkin ikinci sırada, ikinci sıraya plus, digərinə minus, da başqa plus, minus yazılır. Həkim ilkinin yanında torun arxasına dedi, müəllim birinci sırada oturmayıb. Deməli, birinci sırada Toğrul əyləşmişdi, bir də Toğrulun yanında da Samir var idi. Şərtdə deyirdi, Samir birinci sıradadır. Müəllim də birinci sırada oturmayıbsa, deməli, Toğrulla Samir müəllim deyil. Toğrul müəllim deyil, Samir müəllim deyil. Mən Toğrulun qarşısına da birinci sıraya göz qoymuruq. Bəli, yazırım. Düz, Toğrul birinci sıradadır. Samir də yazmışam. İlkin ikinci yerdə, aha, onu da yazmışam. Bəli, Toğrul da birdədir, deməli ikidə deyil. Müəllim birinci sırada oturmayıb. Müəllim onda ikinci sıradadır. Burada müəllim var. Deməli, bayaq müəllimlər qeyd eləyirdi ki, birinci sırada Çilingərdir, mühəndisdir, Samirdir. Bir də o Çilingərlə mühəndisdən hansısa biri Toğruldur. Toğrulun peşəsi ya Çilingərdir, ya da mühəndis. Burada 3 nəfər oldu. Çilingər, Samir, Toğrul. Ya da Yani Samir, onda Toğrul, mühəndis. ilkin ikinci sırada oturubsa onda müəllim də deyil. Aha, bəli. Müəllim birinci sıradadır. İlkin müəllim deyil, bəli. İlkinə bir dənə peşə qalır, dizayner. İlkin dizayner isə artıq digərləri dizayner ola bilməz. Onda Samirə bir dənə bunu minus qoyuram. Samirə bir dənə peşə qalır. O da həkim. Toğrula da qalmadı. Yoxsa bir dənə. Bir dəqiqə nə yazdım? Toğrul da Çilincər deyilsə mühəndis qalır Toğrula. Bəli. Bir dəqiqə. Bunları minus qoydum. Toğrul, yes, Toğrul nə deyirsə? Müəllim bəli ikinci sıradadır. Müəllim ikinci sırada, Toğrul birincidədir. Elvinlə Asif qalır. Mühəndis də haradaydı? Mühəndis birinci sıradaydı. Burada mühəndis var. Yəni bunlardan birinin peşəsi mühəndisdir. Toğrulun. Mühəndis birinci sıradadırsa, onda ilkin mühəndis deyil. Niyə sırada itirdim? Elvin mühəndisin yanında oturub. Onda Elvin mühəndis deyil. Bu sonuncunu oxumadım. Elvin mühəndisin yanında əyləşib. Onda Elvin mühəndis deyil. Elvin mühəndisin yanındadırsa, mühəndis birinci sıradaydı axı. Onda Elvin müəllim də ikinci sıradadır. Onda Elvin müəllim ola bilməz. Burada müəllim deyilsə, onda müəllimlik qalır Asifə. Asifi müəllim tapdıq. Cavabda həkim çıxdı. Bəlmə bu sual düz yazan olub görəsən. Bilmirəm mən. Müəllimə Sami birinci sıradadır. Nətər kim olur? Bəli, Samir birinci sıradadır. Kim ikinci sırada deyil? Bəli.
Arada neyse itirdim bir de. Sami nətə atmadı? Biz deməli, birinci sıra, ikinci sıra. Birinci sırada çilingərdir, mühəndisdir, bir də Samirdir. 3 nəfər, 5 nəfərdirlər. Həkim İlçinin yanında, Toğrulun da arxasında dayanıb. Deməli, həkimlə İlçin yanaşı oturub, Toğrulun da arxasında. Onda Toğrul bunlardan biridir. Toğrul birinci sıradadır. Toğrul. 5 nəfər düzəlib. Çilingər, mühəndis, Samir birinci sıradadır. Həkimlə İlçin də ikinci sıradadır. Toğrul ya çilingərdir, ya mühəndis. Onda Toğrul həkim ola bilməz. Toğrul həkim deyil. Mavi ilə qoy. Sonra Samir birinci sıradadırsa, Sonra müəllim birinci sırada oturmayıb deyirsən. Deməli, müəllim ilkindir. bəli, bəli. Hə, düz. Hardaydı? Bəli, müəllim birinci sırada oturmayıb. Onda müəllim buradadır. İlkin olur müəllim. İlkin oldu müəllim. İlkini apar dizayner yazmışıq. Deməli, ilkin oldu müəllim. Sonra Samiri də tapmışdıqmı bilmirəm. Bir dəqiqə. Deməli, çilingər Samiri var. həkim Hə, Samiri tapmışdı. həkim tapdıq. Həkim Bəli, tapdı. bəli, bəli. O da Çilingər sağdır. yazdıq. Mühəndisi yazmışam. Həkim var. İlkini tapdıq müəllimdir. Qalır onda Samirə dizayner. Düzdür. Hə, düz. Samir olur dizayner. Samir burada. Dizayner sütununda. Sonra Samir dizaynerdir. Buraya yazın. Dizayner. Bu tapıldı. İlkini də tapdıq. Deməli, Toğrul birinci sırada. Bir də adı seçilməyən kimdir? Asifdir. Samir tapılıb. İlkin də müəllimdir. Toğrul ya mühəndis. Elvin mühəndisin yanında oturub. Mühəndisin yanında Elvin oturubsa da Samirdir bu heç. Onda Elvin çilingərdir, Toğrul mühəndisdir. Elvin mühəndisin yanındadır. Bayaq dedik Toğrul ya çilingərdir ya da mühəndisdir. Elvin mühəndisin yanındansa Elvin mühəndis deyil. Elvinə qalır çilingər. Elvin. Çilingər. Toğrul da olur mühəndis. Toğrul. Cədvəl qurmanıza daha tez tapardı. Toğrul olur mühəndis. Bir də kim qaldı? Asif. Asif də olur həkim. Bəli, cədvəlsiz yaz. Elvin çilingər, Toğrul mühəndis, Samir dizayner, həkim Asifdir, İlkin də müəllimdir. Bizdən Asifin ixtisasını soruşurdu, oldu həkim. A variant. Var sual müəllimlər. Sadəcə cədvəldə nəyəsə səhv vardı. On doqquzuncu sual məntiq əməl. Burada qiymət daxil edib, özü verib. A-nın qiyməti 1-dir. Yəni buradan 1 daxil olur. B-nin qiyməti də 0. Buradan da 0 daxil olur. Və bu düz gələn vurma qapısıdır. Deməli, 1-i vurur 0-a. Buradan 1-i 0-a vuranda 0. Deməli, bu xəttin nəticəsi olur 0. Və burada heç digərlərinə baxmazsaq, bu da vurma qapısıdır. Bir vuruğu 0-dırsa, digər vuruğu nə olur olsun, cavab 0 alınır. Amma yenə də baxaq, burada B-nin qiyməti 0-dır. B gəlir buradan, bir dənə 0 daxil edir. C-nin də qiyməti 1-dir. Yəni, bu qapıdan 1 daxil olur. Bu da toplama qapısı 0 ilə 1-i toplayır, olur 1. Deməli, buradan çıxacaq 1. Və bu da vurma qapısı 1 vurulsun. İndi bu tərəfi tapmalıyıq. Burada C daxil olur buna. C-nin qiyməti 1-dir. Buradan da gələn isə B-nin qiymətidir. B-ni də şərtdə 0 verib. Bu da vurma qapısı. 1-i vurur 0-a olur 0. Yəni buradan çıxan nəticə 0-dır. 1-in qiyməti vurur 0-a. 1-i 0-a vuranda 0, buradan 0 keçir. Və vurmada hər ikisi 0-dırsa, deməli nəticə olur 0, B variantı.
Bir də üçbucaqda olanda inkar qapısıydı. Not inkar edirdi. Məsələn, bundan sonra bir dənə də üçbucaq çəkib inkar istəsəydi, sıfırın inkarı buradan cavab 1 alınardı. Oldu cavab B variantı. Bəzən olur ki, burada bir sıfıra cümlə verir. Məsələn, tutaq aya yazır ki, ikili say sistemindən məsələn onluğa keçəndə bölmək lazımdır. Bu cümlə yanlışdır. Yanlışdırsa deməli nəticəsi 0 olur. Yəni A bərabər 0 olur. Hansı bir doğru cümlə varsa deməli həmin nəticə 1 deməkdir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. P-nin qiyməti 7-dir. M də bizdən istəyir künü. Ki də burada if-dən sonra verib. Əgər if-ə hə cavabı verərsə, daxil olub künü hesablayacaq. Bəs if-ə nə vaxt hə desin? M-in qiyməti 4-ə böləndə qalıq 0-dırsa. Yəni 4-ə bölünən ədəd olmalıdır ki, onu 4-ə Sonra böləndə 12 qalıq versin. 0 versin. Bəli, o da bir tək 12-dir. M range yoxdur. M birbaşa gəlir 3 alır. 3 4-ə böləndə 0-dırmı? Yox. Təzədən 5 alır. 5-i 4-ə böləndə 0 deyil. 7-ni alır. Bu 5 alır. Hamısına yox deyir şərtə və sonda M-in qiyməti 12 olanda. Əgər burada 12 yox 13 olsaydı bu da ödəməzdi. Onda daxil olmadan birbaşa printə düşərdi. Print künü yəni 0-ı çap et deyərdi. Deməli, M-in qiyməti 12 ödənir. 12-ni 4-ə böləndə bərabərdirmi 0-a? Bu şərtdə hə deyir. Onda deyir Q bərabərdir. P böl M. P 7-dir. 7 tam bölünsün M-in qiyməti. M də 12-dir. Üstə gəl. P, yəni 7 başda verilib. Bölünsün M-in qiyməti o da 12. Amma qalıqlı bölünsün 12. Kiçik ədədi böyüyə böləndə tam hissə həmişə 0-dır. Kiçik ədədi böyüyə bölüb qalığı istəyəndə həmişə kiçiyin özünə bərabərdir. 0 ilə 7-ni də toplayanda alınır 7. Da dövr bitib başqa qiyməti yoxdur. Düşür künü, köhnə qiymət silinir də, künün yeni qiyməti 7 çap olunur. İki variant. Range olmadıqda birbaşa elementləri götürür. 21 qiymətində Python ilə yazılmış proqram nəticəsini müəyyən edin. Burada A bərabər 5, B 9-dur, B bərabərdir. 2 vur A, 2-ni 5-ə vurur, 2 vur 5 üstə gəl, 2 yazılıb. Alınır 12. Yeni qiymət alıbsa, saat köhnə qiyməti silirik. A bərabərdir. B-dən A-nı çıxaq. B yeni qiymət alıb 12, çıxılsın A da 5-dir. Olur 7. Və bu 7 A-nın qiymətidir. Köhnə qiymət silinir. Burada soruşur, əgər B bərabərdirsə, B 12-dir. 12 bərabərdirmi? A plus 4. A 7-dir. 7-nin üstə 4 gələndə olur 11. Bu şərtə yox deyir, yanlışdır. Əldə də bir tərəf yanlışdırsa, heç digər tərəfin önəmi qalmır. Deməli, ifə yox cavab alır. İkinci tərəf ödəyir, çünki 12-nin 3-ə böləndə qalıq 0 düşür. Amma birinci tərəf ödəmədiyi üçün ifə yox deyir və iflə eyni sırada else-yə keçir. Daxildəkinin heç birinə baxa bilmir. Else-də yenə qarşısına if yazılıb. B bərabərdirmi? B 12-dir. 12 bərabərdirmi? A plus 4-ə. A-nın qiyməti 7-dir. 7 plus 4 də eləyir 11. Bu şərtə yenə yox deyir. Eynən buradakı şərt. Buna yox dedisə, onda daxilə keçə bilmir. Bu if-lə eyni sırada else axtarır. Daxildəki hesablamır. Else-də də yazılıb print çap et budur. Deməli, B, D cavab olur bu. Nəticəsini istəyirdi. Bir dənə printə düşdü. O da bir dənə Bakı Dövləti çap etdim. 22 əzbər sualda tətbiqi proqramları seçin qeyd olunur. Tətbiqi proqram təminatı 3 yerə bölünürdü. Sistem, tətbiqi, bir də instrumental. Tətbiqi proqramlarda mətn idi, cədvəl, verilənlər bazası, qrafik, nəşriyyat və s. Linux əməliyyat sistemidir. Əməliyyat sistemi sistem proqramlarına daxildir. Baza və servisə bölünürdü. Orada bazaya aid idi. Bir yanlışdır. InDesign yazılan, bəli, bu tətbiqi proqrama aiddir. 2 doğrudur. Doktor Web yazılan sistem proqramlarına daxildir.
Doktor Web antivirus proqramı idi. Impress yazılan təqdimat proqramıdır. Təqdimatda özü tətbiqiyə daxildir. Deməli 4 də var. CorelDRAW bu da aiddir. CorelDRAW vektor qrafikası idi. Qrafika bölünürdü. Raster, vektor, fraktal, üç ölçülü. Orada vektora aid idi. Vektorunda minimal obyekti xəttlər idi. Və bunun da genişlənməsi CDR yazılır. Nöqtə CD. Diskin adda müəllimlər utility idi. Diski lazımsız fayllardan təmizləmək üçün istifadə olunurdu. Utilitlər də sistem proqram təminatına aiddir, tətbiqiyə aid deyil. Cavab olur 2, 4, 5. İnstrumentalda da proqramlaşdırma dilləri idi. Python, Pascal, Logo, Basic bunlara aid idi. Deməli oldu 2, 4, 5 C variantı. 23-cü sualda A məntəqəsinə H məntəqəsinə getmək üçün müxtəlif yolların sayını istəyir. İlk çıxan dillərə 1 qeyd edirik. 1. Baxın, buradan gələn bu xəttin qiyməti 1-dir və bu da 1. B-yə daxil olan ox 1 dənədir. Onda B-dən çıxan bu xəttdə 1 yazırıq. B-dən çıxan bu xəttdə 1 yazılır. Bir də B-dən çıxan bu tilə də 1 yazırıq. Və D təpəsinə bir til buradan, biri də buradan ikisi gəlir. Onda D-dən çıxan bu tilin üzərinə 2 yazırıq. Bir də D-dən çıxan bu tilin üzərinə 2 yazırıq. Sonra C təpəsinə deməli bir til bunun üzərindədir. İkisi də burada. Cəmi 3-ü gəlir. Onda buradan çıxan bu til ox bura gəlir. 3 qeyd edirik. Və buradan çıxan buna da 3 yazırıq. F-ə gələn biri bu, 3-ü bu, cəmi 4-ü gəlir. Bura 4 yazırıq. Bir də bu nöqtədir. Bu Y təpəsinə 3, 1, 2, cəmi 6 yol var. E-dən çıxan tilin üzərinə 6 yazırıq. Və buradan çıxana da 6 düşür. 6 ilə də 4-ü cəmləyəndə deməli A-dan H-a qədər 6 ilə 4-ün cəmi, yəni cəmi 10 yol var. Oxlu olanda qayda bu şəkildədir. Üzərini nömrələyib cəmini hesablayırıq. 24-cü sualda natural ədəd üçün alqoritm icrasından sonra hansı ifadənin qiyməti hesablanır? Bu tip sualda müəllimlər birinci n-ə özümüzdən qiymət veririk. Variantlara baxırsınız ki, 3-ə qədər gəlib, sonra sonsuzluq n qeyd olunub, yəni n-ə qədər davam edir. Onda bizdə elə 3 verək ki, nəticə neçə alınır onu varianta uyğun seçəcəyik. Deməli, n-in başlanğıcda 3 yazırıq. N bərabər 3. S 0-dır, P 1-dir, I də 1-dir. Soruşur ki, I, yəni 1, buradan yazın, 1, kiçik bərabərdir n minus 1-dən. N 3-dür, 3 minus 1 olur 2. Bu şərti hə deyir və keçir i-ni bir vahid artırır. I-nin qiyməti 1 idi. 1-in üzərinə 1 gəlir, olur 2. P bərabərdir. P-nin üzərinə i əlavə etmək lazımdır. P 1-dir. I də 2 oldu. 1-in üzərinə gəlir 2-ni. Təkrar bura qayıdır. Bizdə indi nəticədə S-i çap et deyirsə, S-də diqqətli oluruq. Yəni, əsas S-i açıq yazırıq. S bərabər S-in üzərinə 0-dır. 0-ın üzərinə 1 bölünsün P. Yəni, 1 bölünsün. P-nin qiyməti də budur. 1 plus 2. Baxın, görürsünüz, variantlarda birbaşa 3 yazmayıb. O şəkildə saxlayıb, beləcə də saxlayaq. Təkrar bunu hesabladı, dövrə qayıdır. İkinci dəfə. I, yəni 2. Kiçik bərabərdirmi n minus 1-dən? N 3 daxı. 3-dən də 1 çıxanda 2. Bəli, 2 2-yə bərabərdir. Bu şərtə də hə deyir, i-ni bir vahid artırır. I-nin qiyməti olur 3. Və P bərabər P-nin üzərinə, P-nin qiyməti budur. 1 üstə gəl 2-dir. Bunun üzərinə bir də i-ni əlavə edir. I də 3-dür. 3 əlavə edir. Və dövrə qayıdır, S bərabərdir. S-in üzərinə, S-in qiyməti bu. Yəni 1 bölünsün 1 plus 2-nin üzərinə 1 böl P-ni gəlir. Plus 1 bölünsün P-nin qiyməti. 1 plus 2 plus 3. Və dövrə qaydanda artıq şərt ödəmir. Yəni, i-nin qiyməti 3-dür. 3 kiçik bərabərdir n minus 1-dən. N 3, 2 daxı. 3-dən 1 çıxada 2 qalır. 3 də 2-dən kiçikdirmi? Yox, keçir S-i. Yəni, bu yazını çap edir. Yəni, biz bunu variantlarda axtarmalıyıq. Deməli, birinci A variantında niyə səhvdir? Çünki qarşısına 1 bölünsün 1 də var. Amma bizim hesablamada 1 bölünsün 1 yoxdur.
Deməli, A variantı səhvdir. B variantında niyə səhvdir? B variantında çünki müəllimlər, baxın burada biz E-nin qiymətinə E-nin qiymətinə başlanğıcda 3 yazdım. Və onun sonuncu toplananların içərisində 3 var. Yəni n neçədirsə, sonda toplanan həmin o n-i alır. Amma burada sonda yazıb və sair n-1. Axı n-1 yox, n-in özünü də alıb. Məsələn, n-ə 3 vermişiksə, burada n-1, yəni axırıncı toplanan 2 olur. Amma bizim hesablamada axırıncı toplanan 3 olur. Ona görə B variantı yanlışdır. Olur C variantı. C variantında çünki əvvəli 1 bölü 2-dir. Bəli, 1 bölü 2-ni yazıb, 1 bölünsün 1 plus 2-ni yazıb, üstə gəl 1 böl 1 plus 2 plus 3 o da var. Yenə deyirəm, B variantında da ilk 2 toplanan uyğun gəlir. Burada da ilk 2 toplanan. Burada yazılıb və sair n-ə qədər. Burada da n-1-ə qədər. Biz ən son 3 yazdıq. Deməli, sonuncu toplanan həmin o 3-ü aldı. Yəni n-i alır. N alırsa burada sonda N'i götürürük C'ni. Ama burada N-1'dir. Cevap olur C variantı. Y variantı ümumiyyətlə uyğun deyil. D variantında da qarşıda 1 bölünsün 1 yazılıb bunun kimi. İkinci aydındır. Sonra 25-ci sualda uyğunluğu müəyyən edin. Ekran diaqonal ölçüsü, deməli, uyğunluğu müəyyən edin. Hə, 1-ə 2. Ekran diaqonal ölçüsü deyəndə bu düyümlə ölçülür. 1-ə olur D variantı. Özü diaqonalı tapmaq üçün də Pifaqora görə n-in uzunluğunun kvadratları cəmindən kök çıxartmalıydı. Bir düyümdə 2,54 santimetrdir. Santimetr, bəzən millimetr yazır. 54 santimetrə bərabərdir. Tak tezliğinin ölçü vaidi ise hertz'dir. Olur B variantı. Burada byte'dır, megabit'tir. Bunlar olur deməli informasiyanın ölçü vaidləri, byte, bit və s. Dövr bölünsün dəqiqədə. Bu da diskin sürətinə aid ola bilər ki, dəqiqədə neçə dövrə vurur. 26-cı sualda verilənlər bazasının cədvəllər arasında hansı əlaqə yoxdur? Burada mənə birin birə, birin çoxa, çoxun birə, çoxun çoxa əlaqəsi var. Məsələn, tutaq ki, bir cədvəldə tutaq ki, ölkə adları qeyd olunub. Digər cədvəldə şəhər adları qeyd olunub. Şəhər. Məsələn, burada ölkə, tutaq ki, Azərbaycandır. Azərbaycana aid bu bir dənə ölkəyə aid bir neçə şəhər var. Məsələn, Gəncə, Mingəçevir, Bakı və s. Deməli, bu cədvəldən bir dənə ölkəyə, bu cədvəldən çoxlu şəhər uyğun gəlir. Deməli, bu birin çox əlaqəsidir və s. Yox, mənə keçməmişəm. Birin birə, birin çoxa, çoxun birə, bir də birin birə, birin çoxa, çoxun birə və çoxun çoxa əlaqəsi var. Amma birin ikiyə ya da ki çoxun aza, azın çoxa belə bir əlaqə yoxdur. Mövcud deyil olur 2-5 C variantı. Bu verilənlər bazasında növbəti dərsimizdir inşallah sizlə. Son bir neçə dərsimiz qalıb ondan bitirəmiz. Əməliyyat sisteminə aid sualda klaster məsələsi. Bir klasterin həcmi 8 kilobaytdır. Diskdə ümumi həcmini tap. 32 kilobaytı 8, yəni toplayıb 8-ə bölmürük. 32-ni 8 hissələrə böləndə cəmi 4 klaster lazımdır. 32 üçün 34'ü 8 böləndə 4 klaster tam yerləşir. 4 dəfə 8 32 eləyir. Burada 2 kilobayt qalır. Onun üçün də birini alır, yəni cəmi 5 klaster lazım. 35 kilobayt üçün də 5 klaster lazımdır. Və burada klasterlərin cəmi eləyir 14 klaster. Əgər klaster sayını istəsəydi cavab 14 olardı. Amma diskdəki ümumi həcmini istəyir kilobaytla. Bir klasterin həcmi 8 kilobaytdır. Onda 14 dənə klasterdə 8-ə vuranda eləyəcək 112 kilobayt. Cavab olur A variantı.
8'lik say sistemindəki ən kiçik 3 rəqəmli ədədlər. 8'likdə ən kiçik ədəd 1 ilə başlayır, 0 ilə başlayan yoxdur deyə yaza bilmirik. Və 0, 0. Rəqəmləri müxtəlif olsun demirsə belə yaza bilərik. Ən kiçik 8'lik ədəd budur. Və deyir ədədlər ikilik say sistemində ən böyük 4 rəqəmlidir. İkilikdə ən böyük ədəd 1-dir. 4 rəqəmli deyirsə 4 dənə 1 yazırıq ikilikdə. 4 rəqəmli ədədin cəmini, bunların cəmini onluq say sistemində ifadə etməliyik. Digərlərindən onluğa keçəndə açıq yazılır. 0, 1, 2. 1 vur 8'in kvadratı 64. Bu da 15'dir. 1, 2, 4, 8, 2'nin qüvvətlərini yaza bilərik. 16 və s. Altda 1 olanlar toplanılır, olur 15. 64 ilə də 15'i toplayanda olur 79. Onluq say sistemində istəyirdi. 29'da bu ifadənin hər bir simvolu əlifbada müəyyən mövqe məsafədə yerləşir. Bu da sonuncu mövzulardır. Deməli, bu əlifbanı da verir özü. Hər bir hərf, yəni T, H və s. hərflər müəyyən bir mövqedədir. Deməli, biz həmin mövqeni tapmalıyıq, nə qədər fərqlənir və hansına uyğun gəlir onu seçməliyik. Bu tipi işləyirik variantlarla. Məsələn, tutaq ki, 2 dənə X hərfləri var da, X-lə başlasın. Deməli, söz yazılıb T, H, S, C. Tutaq ki, T-dən keçib birinci X hərfinə. Deməli, T-dən gəlib bura. Özündən sonra sayırıq. 1, 2, 3, 4. Demək, bu müsbət 4 addımı ilə gedərsə əgər, 4 addım X-ə düşür. Onda həmin o 4'ü bunların digərlərinə tətbiq edirik. Məsələn, H-dan 4 addım. H-dan sonra sayırıq. I1, J2, K3, L-də 4. Deməli, düşür L-ə. S-dən sonra 4 addım. S-dən sonra 4 addım. 1, 2, 3, 4. W-ya düşür. Burada W yoxdur. Deməli, bu yanlışdır. Buna baxsaq, W uyğun gəlir. W. Bir də C-dən 4 addım sonra 1, 2, 3, 4 G hərfinə düşür. Amma bu E yazılır. Axı C-dən 2 addım sonra E-dir. Birini 4 addım sağa doğru sürüşdürürsə, digər hərflərdə 4 addım irəliləməlidir. Deməli, bu da uyğun gəlmir. Yəni addımımız 4 deyil. Sonra keçirik digər variantlara. Məsələn, W ilə başlayıb yenə eyni söz T, H, S, C. W, T'nin birinci simvolu W olması üçün T'dən sonra 1, 2, 3. 3 addım irəliləməlidir. Onda o 3'ü hamısına tətbiq edək. H-dan 3 addım sonra 1, 2, 3 gəlir K-ya düşür. S-dən 3 addım sonra 1, 2, 3 V hərfidir. Və C-dən 3 addım sonra 1, 2, 3 F hərfidir. Və ona da uyğun gəlir D variantı. Deməli, addımı da K ilə göstərirlər. K-nın qiyməti 3'dür. Müsbət 3 addımı ilə. Məsələn, Z-dən sonrakını istəsəydi, burada əlifba bitir, onda başa qayıdır. Hərflərin biri tutaq ki, Z-dir, onu 3 addımla kodlaşdırsaq, 1, 2, 3. Deməli, Z-in kodu C olur. Və uyğun cavab olur D variantı. 30'da kod fraqmentinə əsasən hansılarda yalnız qalın şrift olacaq? Bayaq qeyd etdim, qalın yazan bir B teqidir, bir də strong. Deməli, burada B teqi var, bir düzdür. U altdan xətt çəkir, M də italik yazır. Qalın yoxdur burada. U altından xətt çəkir, I isə italik yazır. Bu da yoxdur. Strong qalın yazacaq, bir də 4'dür. Və bir də burada qalın yazma var, B teqləri. Və müəllimə, burada səhvlik olub. Qeyd edirik ki, yalnız qalın şrift olsun. Cavab A variantı olur. Yalnız qalın şrift olsun, başqa heç nə olmasın. Amma burada U var, altdan xətt çəkəcək. Burada M var, italik yazacaq. B də qalın, yəni hər üçü var. Cavab 1-4 olur. Ben de onu götürmüştüm. 1-4. Bəli, A variantı düz yazıbsınız. Bunu düzəldim. Bəli, texnik səhvlik olur. Olur A variantı. 31-ci sualda deməli, piksel ölçüləri
Bu Hachiko orada mənə inin qiyməti 16 bitdi, yəni 2 bayta bərabərdir. Və olarsa həcmini çobatla istəyir. H bərabərdir. Emin vurulsun ibit. Emin 2048 vurulsun 1920 və H kolorda 16 bitdi. True kolorda RGB-də 24 bitdi. Semikada 32 bitdi, monoxromda 1 bitdi, təhlükəsizlik palitrasında da 8 bitdi. Cədvəlinə qrup atmışdım. Burada emin vurulsun, bir də ibit, yəni 2 bayt. Və cavabı kilobaytla istədiyi üçün bölürük 1024-ə. 1024 2 üstü 10'dur. Elə bununla ixtisar edib bir dənə 2 qalır. 2 dəfə 2 4. 1920-də 4-ə vuranda 7680 alınır. A variantı. Sonra 32-ci sualda ifadənin qiyməti neçə megabaytdır? Bu qiymət müəllimlər 4 kilobayta bərabərdir. 4 kilobaytla bu 2044 kilobaytları cəmləsək eləyir 2048 kilobayt. Və 2048 kilobayt da 1024-ə böləndə 2 megabayt deməkdir. Deməli, bu ikisinin cəmi alınır 2 megabayt. Cavabı megabaytla istəyir. 2 megabayt üstəcə 3 gigabayt da 1024-ə vuranda 3072 megabayt. Bunlar da cəmləyəndə olur 3074 megabayt. B variantı. 33-də baxılan zaman intervalında dəyişməyən model necə adlanır? Zamandan asılı olaraq modelin 2 növ vardı. Bir dinamik idi, bir də statik idi. Zaman intervalında dəyişmirsə, zamandan asılı deyilsə, deməli statikdir. Amma zamandan asılı olaraq dəyişərsə, onlar dinamik. 34-də də cədvələ aid yenə sualdır. C4 xanasının qiymətini hesablayın. A1-dən A3-ə qədər cəmləyir. A1-dən A3-ə qədər 3, 5, 4 cəmləyəndə alınır 12. Sam B2-dən B4-ə, B2-dən B4-ə, yəni bu interval 7, 8, 15, üstə də 5 gələndə 20. A1-in üstə B4 gəl, A1 3-dür, B4 5-dir, toplayanda alınır 8. Sam C1, C3 aralığını toplayıb. Bu qiymətlərdə toplayanda alınır 40. Sualımız varsa deyin. 35-ci sualda floppy disk nədir? Floppy disk elastik maqnit disk idi. Elastik maqnit diskdir. Həcmi, buna disket də deyirlər. Həcmi 1,44 megabayta bərabər idi. Həcmini əzbər bilməliyik. Deməli, floppy elastik maqnit. Buna yumuşaq, əyilgən disk adları da verirlər. Sonra burada alqoritmi yerinə yetirilmə nəticəsində y dəyişəni 20 olub, yəni sonda 20 olub. Birinci y bərabər x plus 2-dir. Bu qalır. X bərabərdir. 30-dan y çıx. 30-dan bu y-i çıxmalıyıq. Yəni çıxaq. X plus 2. Mötərizəyə alaq. Çünki mənfi buna təsir edəcək. Olacaq 30 minus x minus 2. Bu da 28 çıxaq x verir. Və y bərabər x minus x-in qiyməti budur. 28 minus x minus və yenə mənfi y-ə təsir edir. Ona görə bunu yenə mötərizədən alırıq. X plus 2-ni y-in yerinə bunu qeyd etdik. Və bunu hesablayanda nəticədə sonda 20 qiymət alınıb. Bərabər 20. Mötərizəni açırıq. 28 minus x minus 2 bərabər 20. O 28-dən 2 çıxanda 26 minus 2x bərabər 20. 2x bərabərdir 6, x də bərabərdir 3-ə. Cavab olur B variantı. Variantlarla yoxlaya bilərsiniz. Əgər çətin gələrsə, onsuz qapalı sual düşür. Amma yaxşısı da həllini biləsiniz. Çünki 5 variantı yoxlamaq az vaxt aparır. Həkim tip antiviruslar neyir? Həkim neyir? Əvvəlcə xəstənin ağrı nahiyəsini müəyyənləşdirir, sonra da sağaldır. Buradakı həkim də o işi görür. Əvvəlcə virusları aşkar edir, yəni xəstənin ağrı hissəsini tapdı, sonra onu sağaldır, yəni zərərsizləşdirir. Cavab olur C variantı. Cari vəziyyətdə ilkin vəziyyəti müqayisə edən müfəttiş idi. Sonra burada icra olunan proqram faillərinin, rezident proqramların yerləşdirilməsini, diskin yükləyici sektoruna nəzarət edib bu filtr aid etmək olar. Əməli yaddaşla xarici yaddaş detektoru idi. Vaksinləşmədə immunizator ya da vaksin qeyd edilir. Yine sonuncu mövzuların içərisindədir.
Failin adında hansı işarəyə icazə verilir? Bərabərlik işarəsi. Failin adında sualdır, ulduzdur, qoşa nöqtədir, sonra bu siləşdir. Sonra bunun sağ, düz xətt, dırnaqlar, böyüklük, kiçiklik işarələrinə heç birinə icazə yoxdur. Yerdə qalan bütün simvollara icazə var. İcazə veriləndə olur B variantı bərabərlik işarəsi. 39-da uyğunlaşdırmadır. Xətt kəsməkdir. Qısa düyməsi Ctrl X-dir. Kopyalamaq Ctrl C-dir. Yapışdırmaq Ctrl V-dir. Select all hamısını seçir. Bu da Ctrl A-dır. Eyni düymələr burada da var, amma uyğunluq gözlənilməyib. Kəsməyə C yazıb, sonra kopyalamağa V yazıb. Uyğunluq gözlənilməyib deyə A variantı səhv olub. 40-da da müəllimlər 20 səhifəlik sənəd şəkildəki kimi çapa verilmişdi. Nəticədə çap vərəqi, neçə çap vərəqi lazımdır? Demək, 20 səhifəlikdir. Burada da ol yazıb. Yəni, bütün vərəqlər çap olunsun. Boş saat birinci bura baxırıq. Bütün vərəq, yəni 20 səhifə çap olunacaq. Boş saat 200-lüdür. Hər iki üzündə çap olunacaq və ikinci bura baxdıq. Sonra üçüncü də bura baxırıq. Bir üzündə 4 vərəq. Demək, bu A4-dür. Bu A4-ün bir üzündə 4-ü çap olunur. Və digər üzündə 200-lü çap olunar deyə, digər üzündə də 4-ü çap olunur. Yəni, cəmi 8-i burada çap olundu. 20 səhifənin 8-i buradasa, 8-i bunda olacaq 16, qaldı 4 səhifəsi, 4 səhifəsi də başqa bir vərəqdədir. Deməli, bizə 3 vərəq lazımdır. Yəni, bir nəfər üçün 3 dənə A4 lazımdır. Kopya sayı 6-dır deyə, 3 dəfə də 6 eləyir 18. Deməli, cəmi 18 vərəq lazımdır C variantı. Birinci, deməli, buradan neçə səhifədir? İkinci, bir üzlüdür yoxsa iki tərəfli? Sonra bir üzündə neçə vərəq çap olunmalıdır? Və sonda da kopya sayına da onu vurmaq lazımdır. Müəllimə, buradakı sualda cüt səhifələrlə, tək səhifələr nəzərə alınıb, yoxsa yox? Yox, müəllimə, cüz səhifə olsaydı, burada bu hissədə even yazılardı. O söz yoxdur. Tək olsaydı, od yazılardı. Elə olsaydı, Aha, mən onda nəzərə alırıq. bildim. Tamam. 41-ci sualda da Kənan PowerPoint düzəltdiyi təqdimatın slaydındakı kərtənkələyə hərəkət effekti. Yəni, slayddakı obyekt var, həmin obyektə hərəkət vermək istəyir. Obyektə hərəkət vermək üçün animasiya idi. Amma slaydın özünə animasiya vermək desəydi, transition olardı. Burada onun üzərində olan şəkil, söz, nə bilim, ədəd ya da ki, hansısa bir başqa bir obyekt olsun. Ona animasiya verirsə budur. Amma slayd animasiya versəydi, olardı transition. Sonra 42-ci sualda aşağıdakilərdən hansı raster qrafikasıdır? Raster'a aid olanları foto, paint, bir də image sözləri ilə tapırdıq. Proqram adı çoxdur. Daha asan belə dedim, yadda saxlayaq. Foto, paint, image. Foto var, paint var, foto var. Cavab olur 2, 3, 4. Corel Draw raster'dır. SketchUp-da 3D ölçülü proqrama aid idi. Raster'ın da minimal obyekti nöqtə idi. Yaxınlaşdıranda keyfiyyət itirdi, həcmi çox yer tuturdu, mənfi cəhətləri idi bunlar. Müsbət cəhəti də orada dəqiqlik tələb edən şəkilləri yaratmaq mümkün idi. Bana ev şəkli çəkərkən qırmızı, yaşıl, mavi rənglərdən istifadə edir. Şəklin ölçüləri verilib. H bərabər M-in vurulsun ibit. Qırmızı, yaşıl, mavidirsə, yəni RGB rəng modelindən istifadə edib. Və M-in qiyməti verilib 128, vurulsun 80 və vurulsun RGB-də də 3 bayt. Cavabı kilobaytla istədiyi üçün 200 10-a bölürük. Bunlar ixtisar gedir. 200-də 3 8 qalır. 8 ilə 80 10, onu da 3-ə vuranda 30 kilobayt. Rənglərin adını birbaşa yazmayıb, burada qırmızı, yaşıl, mavi verib, orada deməli RGB-dən. Çap işlərində də semikadan istifadə olunur. Bu da şəbəkə mövzusuna aiddir. Müəllim.com serverində yerləşən. Demək, ardıcıllıqda demişdim, ilk olaraq protokol gəlir, ən sonda isə fail gəlir. Demək, HTTP protokolu birinci gələcək, yəni əvvəlcə eyni yazır. Və demişdik, protokoldan sonra qoşa nöqtə slash, bəli. Protokoldan sonra qoşa nöqtə və slash qoyulmalıdır.
Sonra ən sonda da fail olur. Yəni ən sonda sınaq PDF yazılmalıdır. Sınaq B-də yazılıb B, PDF də D-də yazılıb D. Və müəllimlər bu faildən əvvəldə bir dənə slash mütləqdir. O da F-ə düşür. Arada da yəni protokoldan sonra da qoşa nöqtə slashdən sonra da server gəlir. Yəni müəllim.com müəllim ada yazılıb, com da C-də yazılıb. Ardıcıllıq olur bu şəkildə. Birinci protokol, ikinci server, üçüncü də fail. Protokoldan sonra qoşa nöqtə slash, faildən əvvəl də bir dənə slash qoyulmalıdır. Şəbəkə mövzusuna aiddir. 45-ci sualda da aşağıdakılardan hansı e-mail ünvan ola bilər? Məsələn, e-mail ünvanlarda bir dənə ət işarəsi olmalıdır. Məsələn, slashdən istifadə edilmir. Ona görə yanlışdır. Burada ətdən sonra nöqtə qoyulmur, səhvdir. Burada slash işarəsi var, səhvdir. Burada boşluq verib, boşluq yanlışdır. Qalır C variantı. Məsələn, öz e-mail ünvanınıza baxsaz, orada hərflər var, rəqəm ola bilər, bir dənə mütləq, bir dənə ət işarəsi olmalıdır, nöqtə ola bilər, tire ola bilər, bunlardan istifadə olunur. Hərf, rəqəmdən istifadə olunur. Başqa simvollardan istifadə etmək olmaz, boşluq olmaz. Hansı axtarış sistemi deyil, yenə şəbəkə aid mövzudur. Alta Vista, Yandex, Google, Yahoo, sonra Rambler, bunlar axtarış sistemləridir. Amma Skype telekonferans üçün istifadə olunan ünsiyyət proqramıdır. Axtarış sistemi deyil. Skype-də sonra məsələn indi Zoom-la istifadə edirik. Zoom-dur. Sonra Skype, Zoom, Google Meet ola bilər, Teams proqramı ola bilər. Bunlar axtarış proqramı deyil. Bunlar telekonferans keçirmək üçün istifadə olunan proqramlardır. 47-ci sual hansı informasiya daşıyıcısı deyil müəllimlər? Baxın, yaddaş demir. Daşıyıcı deyil, daşımaq. Deməli, daşıyıcı diskret xarici yaddaşlardır. Bütün xarici yaddaşlar daşıyıcıdır. Amma ana platanın üzərində yerləşənlər daşıyıcı ola bilməz. Çünki biz onu çıxardıb harasa daşıya bilmərik axı. İkisi də müəllimə qarşılıqdır. Deməli, bayaqçı mövzular deyirsə, onlar şəbəkədədir. Şəbəkə mövzusunda bəli var, amma sonuncu mövzudur. RAM deməli ana plata üzərindədir, daşınması mümkün deyil. Qələmdə necə informasiya daşıyaq? Bir də çantada, yəni deyə bilərsiniz kağıza yazıb çantaya qoyub daşımaq, amma onda biz kağızda daşımış oluruq, çantada yox. Yəni götürüb çantanın üzərinə məlumat yazıb aparmırıq ki, kağıza yazıb aparırıq. Deməli kağız daşıyıcı ola bilər. Məsələn, kitab daşıyıcı ola bilər. Kitabın içində nə qədər informasiya var, xəritə ola bilər. Bunlar uyğun gəlir. Sərt disk xarici yaddaşdır. HDD-nin adıdır, daşıya bilərik. CV də xarici yaddaşdır, daşınması mümkündür. Olur 2, 3, 4, B variantı. Bu suallar müəllimə həm MIQ, həm də sertifikasiya üçün nəzərdə tutulub. Sadəcə 50 sualda, 50 sual sertifikasiyada olur, amma sualların özü hər ikisinə aiddir. Alqoritmin növləri, alqoritm demişdim, xətti budaqlanan və dövrü deyə növü var. Kütləvilik onun xassəsidir, qatmayaq buna. Kütləvilikdir, nəticəvilikdir, diskretlikdir, bir də müəyyənlik deyə bir xassəsi var, determinlik. Bunlar xassələrdir. Bizdən növlərini istəyir, bunlar olur növləri. Baxın, çaşdırmaq üçün də ayrı bir variantda onu da qeyd etmişəm. Və 49-cu sual. Proqram nəticəsini müəyyən edin. A bərabər STR 12, yəni A bərabər dırnaqda 12. B bərabərdir int 12, yəni bunun tam tipi olur 12. C bərabərdir float. Float dırnaqlara atır, həqiqi tipə çevirir. Yəni olur 12,2. Və print A vur 2. A-nın qiyməti dırnaqda 2-dir. Ədədi, sətri ədədə vuranda ədəd qədər təkrarlanır. Deməli, bu 12 2 dəfə təkrarlanır. Yəni 2 dənə 12 olur. Vergüldə sipişə düşür, sipə plus atılır. Plus atılır. B-ni 3-ə vur. B tam ədəddir. 12. 12-ni 3-ə vuranda 36. Amma burada 36,3 yazıb. Axı qarşıda B-də int yazılmışdı. Int də deyirdi bunun tam hissəsi 12-ni al. 12-ni də 3-ə vuranda 36 edir. Cavab olur C variant. Vergüldə yenə sepişə düşür, plus atılır. C-nin qiyməti floatda həqiqətdir. Sadəcə dırnaqlar atır, 12,2 çıxır. C-ni 4-ə vur, bunu da 4-ə vuranda olur 48,8. Və bu da beləcə çap olunur da, bunu hesablamır.
Cavab olur C variantı. Və sonuncu 50-ci sual. Pythonda yazılmış proqramın nəticəsini müəyyən edin. A-nın qiyməti 5-dir. 5 fərqlidirmi sıfırdan? Hə, C bərabər C-ni 2-yə böl. 1024-ü 2-yə böləndə 512. A-nı bir vahid artırır. Mənfi 5 üstü 1 cəndə mənfi 4. Bir də dövrə qayıdır. Bu ta 4, 0 olana qədər davam edir. Hər dəfədə də 2 dəfə 2 dəfə azaldır. Deməli, hələ irəlidə bir 4 dəfə də azaltmalıdır ki, gəlib sıfıra çata bilsin. Yəni, birbaşa ilə bunu 4 dəfə də azalsaz, gəlib hər dəfə 2-yə bölsəz, 4 dəfə azaltmaq deyəndə, yəni hər dəfəsində 2-yə bölüb, bunu da 4 dəfə təkrarlasaq 32 alınacaq. Təkrar bir də dövrə qayıdır. Mənfi 4 fərqlidirmi sıfırdan? Yenə hə deyir. Seni 2 dəfə azaldır. 512-ni azalanda 256. A-nın qiyməti olur mənfi 3. Üstə bir gəlib mənfi 3. Yenə mənfi 3 fərqlidirmi sıfırdan? Şərtdə hə deyir. Seni bir də 2 dəfə azaldır. 128 olur. A-nın üstə də 1 gəlir. Olur mənfi 2. Təkrar bir də mənfi 2 fərqlidirmi sıfırdan? Hə deyir. C 2 dəfə azalır 64. A da bir vahid artır mənfi 1. Və sonuncu dəfə mənfi 1 sıfırdan fərqlidirmi? Hə deyir. C-ni 2 dəfə azaldır. Olur 32. Və A-nı da bir vahid artırır. Olur 0. Və müəllimlər dövrə qaydanda 0 sıfırdan fərqlidirmi? Yox deyir C-ni, yəni 32-ni çap edir. Bunu müəllimlər belə yaza bilərdik ki, başlanğıca, yəni birbaşa yaza bilərdik bu qədər uzun getmədən. Mənfi 5 bir artır. Mənfi 5-in üzərinə 5 dəfə bunu gəlməlidir ki, 5 dəfə 1 olmalıdır ki, 5 dənə 1-i olmalıdır ki, 0 olsun. Deməli, dövrün sayı 5-dir. Yəni, 5 dəfə burada dövr edir. O zaman 1024-ü də hər dəfə 2-yə bölür. Bir dəfə 2-yə bölür, sonra bir də 2-yə bölür, yenə 2-yə bölür. Demək, 5 dəfə 2-yə bölür. Yəni, 2 üstü 5-ə bölür. 1024-ü də 2 üstü 5, yəni 32-yə böləndə 32. Elə alınır 32. Tam böləndə. Cavab olur 32. Yəni, birbaşa üsulundan tapa bilərdik. Ola bilərdi, burada qiymət böyük verilsin. Yəni, biz 10 dəfə dövürmədik. Hər dəfə 2-yə bölməklə yaza bilərdik. Birbaşa hesablayardıq. Birinci dövrün sayı, sonra da digər. Belə müəllimlər, burada suallar 50 sual idi. Müəllimə bu sualları olmağı təkrarladı. Bəli, müəllimlər, sınaq. Çox təkrarladı. Yadımızdan çoxu keçmişdi. Çıxmışdı. Bəli, müəllimlər, əzbər suallar yaddan çıxır. Ona görə sana yaxın çoxunu əzbər salmışdım ki, qaydaları təkrar eləmiş olasın. Bəli, kiminsə sualı var idi, nə bilir. Mən idim. 12 ilə 14-ü mən biraz gec qoşuldum. İzahına baxa bilmədim. Mənim 14 dənə səhvim var idi. Onun da ikisi 12 ilə 14 idi. Bəli, izah etdim müəllimə. Hamısına bir baxdıq. Videonu yaxşı. göndərəcəm, bəli. Videonu atacam, baxarsınız. Aydın olmasa növbəti dərs izah edərəm. Oldu mənim, yaxşı. Belə müəllimlər, Mən bəli. səviyyəcə mix səviyyəli idi, yoxsa sertifikasiya səviyyəli idi bu? İkisi də müəllimə. Qarışıq, yəni asan əzbər suallar var idi. Yenə bir də əvvəldə bəzi suallar vardı. Onlar yəni MİQ-ə düşəsi sual idi. Məsələn, o 320 ədədi. Düşünmürəm belə bir tip sual sertifikasiyada istifadə olunsun. Suallar müəllimlər həm abituriyent kitablarından seçib saldım. Həm də ki, toplu Kodera, keçənki sualların çoxu toplu Koderadan idi. Ona görə həm hər iki kitabdan, bir də başqa MİQ kitablarından əlavə etmişəm. Bəzilərini özümdən yazmışam. Belə. Yəni həm MİQ, həm də sertifikasiya. Sertifikasiya bu ildə ilk ili. Ona görə bilmirik nə düşəcək bir dəqiqə. Çox sağ olun Müəllimə yenə müəllimə. verəsiz bu sınaqdan. Müəllimə yenə verəsiz bundan. Necə müəllimə? Deyirəm, yenə düzəldəsiz bu sınaqlardan. Bəli, növbəti bazarda birini düzəldəcəm. Sizlə bölmələri bitirək, ondan sonra hər dərsə sınaq salacağım. Çox sağ Tamam, olun, Allah müəllim. razı olsun.
Müəllim, əziyyət çəkirsinizsə, Belə çox bilməm. əziyyət çəkirsiniz. Bir də Sağ göl olun. dərsiniz olacaq da yəqin ki saat Bəli, bugün onun saat yarısında. Hə? Onun yarısında olacaq. Öz 9-da vaxtında. müəllimlər, axşam 9-da sizlə Ha, Python. 9'da. Aha, oldu. Çok sağ olun. Bəli. Belə oldu müəllimlər. Bugünlük bu qədər. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun.